Selamünaleyküm əziz abituriyentlər, hamınıza uğurlar arzu edirəm. Baxırıq, deməli 2025-ci il test toplusu 5-ci mövzu səhifə deməli 150 birdən 34-ə. Deməli birinci sual bərabər yəni üçbucaq verilmişdi. Hər hansı bərabər yəni üçbucaq verilmişdi. Oturacağı çəkmiş median, yəni demək təpədən aydın ki oturacaq çəkmiş median eyni zamanda tənbələndi. Qarşı tərəf yarıya bölür. Şərtə görə median oturacaqdan 2 dəfə kiçik olarsa, median oturacaqdan 2 dəfə kiçik olarsa, deməli qarşı tərəf x olsun. Bu 2x oldu. Ona görə də bu hündürlüyü eyni zamanda mediandır, eyni zamanda tənbələndi. Bu da oldu x. Aydın ki buradakı düzbucaqlı üçbucaqlar əmələ gəlir. Bu düzbucaqlı üçbucaqlar da nədir? Bərabər yəni düzbucaqlı üçbucaqdır. Ona görə hərəsindən 45 dərəcə düşür. Ona görə yuxarıdakı bucaqda 90 dərəcəlik bizdən soruşur. Hayır, oturacaq çift bucaqları soruşur. Ya da ki bilirsiniz ki median epitonuzun yarısısa, median epitonuzun yarısı bu üçbucaq düzbucaqlı üçbucaqdır. Məsələn bu bərabər yanlı üçbucaqdır. Təpədən çəkilmiş hündürlük mesela eyni zamanda mediandır. Medianda epitonuzun yarısıdır. Median epitonuzun yarısı. Çünkü nedir? Bu median bərabər də epitonuzun yarısı olarsa bu proses yəni düzbucaqlı üçbucağa məxsusdur. Yəni düzbucaqlı üçbucağa məxsusdur. Ona görə yuxarı 90 dərəcədir. Aşağıda aydın ki alfa cəmsi nədir? 90-dır. Hərəsi nədir? 45 dərəcə düşür. Bu formada. Sonra ikinci tapşırıq yenə bərabər yanlı üçbucaq verilmişdi. Yanlar eynidir, yəni oturacaq 16-dır. Təpə bucağı da 120 dərəcə bərabərdir. Yan tərəf soruşur. Təpədən hündürlüyü endirsə, yenə bu eyni zamanda tənbələndi. 120-si hərəsinə 60 düşür. Oturacaq da 16-sa hərəsinə 8 düşür. Bizdən də soruşur deməli bunun yan tərəfini, yəni x. Burada deməli oturacaqdakı bucaq 30 dərəcədir. 60-ın qabağı aydın ki 8 isə 30-un qabağı 8 bölünsün kötü 3'dür. 8 bölünsün kötü 3'dür. X'də yəni 30 dərəcə bucaq qarşısında duran katet epitonuzun yarısıdır. 30'un qabağı yəni 8 bölü kötü 3 isə epitonuz da bundan 2 dəfə çoxdur. 16 bölünsün kötü 3 olacaq. Öyle. Sonra üçüncü tapşırıq. Deməli üçbucaq vermişdi. Yəni bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq A, C, B. Deməli bərabər yansa, buradan belə deyək də CA bərabərdir CB nəzərimdə tutmuşam. Sonra deməli oturacaqdan A təpəsindən bir dənə xətt çəkilibdir. AD istənilən xətt. Bu CAD 30 dərəcədir şərtə görə. BAD 13 dərəcədir və salam. C bucağını soruşur. Aydın ki oturacaqdakı bucaqlar eynidir. A ilə B. Hərəsindən bunların cəmi yəni 43 dərəcə düşür. Ona görə də bəli, bu x-in və oturacaqdakı bucaqların cəmi 43, 86, cəmsi 180 dərəcədir. 180-dan 86-ını çıxırsan, cavab elədir 94 dərəcə. Dördüncü tapşırıq. Yenə üçbucaq bərabər yanlı üçbucaqdır. Təpə bucağı C olsun. B təpəsindən istənilən bir xətt keçirilmişdi. Bu olsun D. Sonra BD'si bu 13 dərəcəyə bərabərdir şərtə görə. CBD 7 dərəcəyə bərabərdir. Yəni bizdən soruşur oturacaqdakı bucaq, yəni bucaq B. Yox, ABD'ni soruşur. ABD nəyə bərabərdir? Yəni burada deməli bir alfa yazsa, soruşduğu bucaq yəni alfadır. Ona görə oturacaqdakı bucaq olacaq alfa üstə gəlsin 7. Aydın ki üçbucağın bu 13 yəni xaric bucaqdır. Xaric bucaqda yəni 13 bərabərdir. Həmin alfa plus 7 ilə söhbət yəni bu üçbucaqdan gedir. Alfa plus 7 ilə alfanın cəmi. Buradan 2 alfası bərabərdir 6-ya, alfa da bərabərdir 3 dərəcəyə. 5-ci tapşırıq. Üçbucaq verilmişdi. Deməli buradan A, B, C. Bu üçbucaqda AB, BC'ye bərabərdir. AB, BC'ye yəni bərabər yan üçbucaqdır. Eyni zamanda A təpəsindən bir dənə xətt çəkildi. Mediandır şərtə görə və eyni zamanda tənbələndi bu şərtə görə.
Bak bu şərtə görə. Yəni biz bilirik ki, AB BC bərabər təbii. Ancaq bu eyni zamanda AD. Məsələn bax bu üçbucağa görə belə deyək. Bax bu üçbucağa görə. Bax bu AD-də eyni zamanda bax bu xətt eyni zamanda tənbələndir. Görürsüz, eyni zamanda mediandır. Deməli eyni zamanda hündürlükdür. Onda aydın ki, bu xəttə bərabər. Yəni AB də AC-yə bərabərdir. Yəni artıq üçbucaq oldu nədir? Bərabər tərəfli üçbucaq. Yəni yanlar eynidir. İndi yan da yəni oturacağı bərabər oldu. Və salam oldu nədir? Eyni zamanda bərabər tərəfli üçbucaq. Soruşur ki, AC-si 2-dirsə B-də nəyə bərabərdir? Şübhəsiz ki, bunlar da nədir? Hərəsinə 1 düşür. Ya da ki, məsələn, 1 yaş 5-ci tapşırıqda bu üçbucaq verilmişdi. Bərabər yanlıydı. AB BC-yə bərabərdir. AB bərabər nədir? BC təbii bərabər yandı. Bu da məsələn tənbələndir. Qarşı tərəf x-dir. Yanlar 2x-dir. Oturacaq 2-dir. Ya da ki tənbələn xassiyəsinə görə 2x-in x-ə nisbəti bərabərdir 2-in x-ə nisbəti. Buradan aydın ki bu nisbət 2-dir. X-in yerinə də məsələn 1 qoyanda alınır. Tənbələn xassiyəsinə yazdıq. 6-cı tapşırıq. Deməli belə bir üçbucaq verilmişdi. Şərtə görə deməli buradan deməli bu paraleldir. Yuxarıdakılar alfa alfadır. Deməli bu xətt 12-dir və x nəyə bərabərdir soruşur. Yuxarıdakı xətt oturacağı paralel olduğuna görə burada deməli uyğun bucaqlar. İndi yazacağım bucaq alfa uyğundur. İndi oturacağı yazım bucaq çarpazı eynidir. Artı üç bucaq oldu, bərabər yandı. Bərabər yan olduğuna görə x bərabər nədir? 12 olacaq. X bərabər 12. Sonra bir daha 7-ci tapşırıqda yenidən deməli üçbucaq bərabər istənilən üçbucaqdır. Çəkdiyim xətt oturacağa paraleldir. Burada alfa eyni zamanda tənbələndi. Deməli bu soldakı xətt 6-dır, sağdakı xətti soruşur. Yəni biz göstərək ki bu üçbucaq bərabər yandı. Həmin alfaların biri bax yazdığım sağdakı oturacaq. Deməli, sağdakı oturacaqla çarpazdır, soldakı oturacaqla nədir? Uyğundur. Üçbucaq bərabər yanlıdır. O yüzden deməli yanlar eynidir. Cavab 6-dır. 8-ci tapşırıq. Üçbucaq verilmişdi. Bərabər yəni üçbucaqdır. Təpə bucağı həm 70 dərəcəyə bərabər olan təpə bucağı deməli bir dəqiqə. Təpə bucağı 70 dərəcədir. Oturacaq bucaqlar tap. Aydın ki bunların cəmi 180 dərəcədir. Hərəsinə də 180 çıx 70, 110 bölünsün 2, hərəsinə də 55 dərəcə düşür. Sonra 9-cu tapşırıqda bərabər tərəfli üçbucaq verilmişdir. Yəni üçbucağın tərəfləri eynidir. Üçbucağın tənbələn uzunluğu hər hansı bir tənbələn onsuz hamısı eynidir və eyni zamanda mediandılar, hündürlüklər 21-dir. Bu üçbucağın tərəfinin uzunluğu istəyir. Biz bilirik ki bucaqların hamısı 60-dır. Tənbələn olduğuna görə 30-30. Bu 60'ın qabağı 21 olanda 30'un qabağı olur 21 bölünsün kökü 3. Yəni 7 kökü 3. Bu x aydın ki hipotenuzdur. Yəni ki 30'un qabağında duran katet hipotenuz yarısıdır. X yəni həmən bu 7 kökü 3'ün 2 mislidir. Cavab elədi 14 kökü 3. 10-cu tapşırıqda bərabər yəni üçbucaq verilmişdi. Olsun istənilən bir bərabər yəni üçbucaq belə. Yan tərəfin çəkiş median 30'dur. Yan tərəfindən çəkilən bir də mediandır. Bu yan qarşı tərəfi yarıya bölür. Deməli bu olsun belə x2, bu da 2x. Median deyir bu nədir? 30'a bərabərdir. Sonra oturacaqla da 30 dərəcə bucaq əmələ gətirir. Oturacaqla da bu nədir? 30 dərəcə bucaq əmələ gətirir. Oturacaq çəkilmiş hündürlük tapın. Deməli oturacaq çəkilmiş hündürlük tapaq. Bir oturacaq bu mediandır təbii. Bir dənə də oturacağa, bir dənə də hündürlük çəkək. Şübhəsiz ki o da median olacaqdır. Hündürlük eyni zamanda yəni mediandır. Bax bu hündürlük eyni zamanda mediandır. Bəli bu da yarıya böldü. Artıq bunların hər ikisi mediansa 1 bölünsün nədir? 2 nisbətdə bölünəcək. Bu x bunları yəni yığışdırsaq yaxşı olar. Artıq bunlar nədir? 1 bölünsün 2 nisbətdə bölündü. Niyə? Çünki yana çəkilən mediandır. Şərtdə öz deyir. Yana çəkilən mediandır. Bu x'ləri siləm. Yəni x'lərdən iş getməyəcək. Yəni, sadəcə median olduğuna görə yazdıq. Median. Deməli, bəli.
Demək sadəcə nədir? Bunlar hər ikisi mediandır. 1/2 nisbətdə bölünür. Ona görə bu 10 olacaq, bu da 20 olacaq. 30'un qabağında duran bu hissəcik var. Bu da olacaq yenə də 20 yarısı 10. Yuxarıdakı da 2 misli 20. Ona görə bu hündürlük dedikdə təzə bunların cəm olacaq. Cavab nədir? 30 olacaqdır. Bəli, belə. Sonra yenə 11-ci tapşırıqda bərabər yəni üçbucaq vermişdi. Bu bərabər yəni üçbucaqdır. Təpədən çəkilmiş hündürlük 25'dir. Baxın, hündürlük deməli hündürlük deyir. Az biz bilirik ki, bu hündürlük eyni zamanda nədir? Mediandır. Bəli, bu hündürlük eyni zamanda mediandır. Bu oldu 25. Sonra bir də yan tərəfə görürsünüz median deyir. Median artıq deməli ikisi də mediandır deyə bu medianlarda 1/2 nisbətdə nədir? Bölündü. Yenə də bu yazacağım bucaq 30 dərəcədir. Və həmin bu çəkdiyimiz deməli növbəti xətt var ha, bu A o M deyə. Bax, bu AM-i soruşur. AM deyir nəyə bərabərdir? Demək yuxarıdakı median ikisi median daxil. Yəni 1/2 nisbətlə bölündü. Demək x2x. Aha. Sonra mən bu AO var ya, AO da yəni 30'un qabağında duran katet pitonuz yarısı deyə bu 2x olacaq, bu da x-dir. Fikir versəniz indi artıq yuxarıdakı BD dediyimiz, məsələn BD, H. Bu da ucu BD, yəni H. Bu da 2x-dir. AM da 2x-dir. Yəni artıq yəni 2x-dən ucu H-ın payına düşür. Ona görə də bu da 25 oldu. Yəni bir-birinə bərabərdir. 12-ci sual. Bərabərliyin üçbucaq vermişdim. Bərabərliyin üçbucaqdır. Oturacağı ona bitişik bucağın tənbirəni bərabərdir. Demək, oturacaq bu tənbirəni bərabərdir. Alfa, alfa. Belə. Deməli, bu da oldu nədir? 2 alfa. Bərabər yan deyə yəni 2 alfa. Üçbucağın təpə bucağı x nədir soruşur. Bəli, bu üçbucaqdan deməli bunların cəmi 5 alfa 180'dir. Onda alfa bərabər nədir? 36 dərəcəyə. Deməli 36 dərəcə. Beləliklə, yəni bunlar oxşardır eyni zamanda. Ona görə də x də 36 dərəcədir. Ya da ki, x-in 2 alfanın bəli cəmi 180 dərəcəyə bərabərdir. Ona görə x də bərabərdir. 180 çıxılsın 4 alfa, yəni 144. Bu da bərabər nədir? 36 dərəcəyə. Niyə oxşar dedim şahidlər? Yaxşı. Məsələn, bu indi düzdür, belə yazdıq. Ancaq oxşarlıqla daha sadədir. Yəni birbaşa x yəni 36 olurdu. Çünki bir yuxarıdakı üçbucağa baxsanız, oturacaqlar 2 alfa 2 alfa idi. Bir də ki, böyrdəki üçbucağa baxsanız, yenə oturacaqlar 2 alfa 2 alfa. Deməli oxşar idi. Oxşar isə deməli yuxarıdakı təpə bucağı x, buradakı təpə bucağı alfa birbaşa nədir? Bərabərdir. Yəni bu hesablamaya ehtiyac olmazdı. Belə. Sonra 13-cü tapşırıqda yenə oturacağı base olan bərabər yəni üçbucaq vermişdim. Oturacağı base olan bərabər yəni üçbucaq vermişdim. Belə. AB tərəfin Y nöqtəsini kəsən istənilən bir SY xətti çəkilir. İstənilən xətti bu. Sadəcə ASY 18'dir. ASY nədir? 18'dir. SY də BS'yə bərabərdir. SY də şəkildə göstərir. BS'yə bərabərdir. Və ABS'ni tapın. ABC ilə alfa deyək. Onda bərabər yan deyək bu üçbucaq. Yəni 7 alfadır. B ilə də C təbii eyni idi. Ona görə də bunlar da alfadır. Ona görə bu BSY bu alfa çıx 18'dir. Bu CBY üçbucağına görə artıq bunların cəmi yəni alfa üstə yerə alfa. Bir də üstə yerə alfa çıx 18 bərabər 180'dir. Buradan 3 alfası bərabərdir 198'ə. Alfası bərabər nədir? 66 dərəcə olacaqdır. Sonra 14-cü sualda ABC üçbucağı vermişdim. İstənilən üçbucaqdır. Yox, bərabər yanında AB yuxarıdakı B olsun. AB bərabər BC-yə, yəni yanlar eynidir. Üçbucaq bərabər yanlıdır və hərəsi 16 düşür. Sonra D nöqtəsi AB və Y nöqtəsi BC üzərindədir. D nöqtəsi deməli AB üzərindədir. Belə bir şey. Sonra Y nöqtəsi də BC üzərindədir. İstənilən xəttədir bunlar. Y nöqtəsi də BC üzərindədir. Birləşdiririk. Belə birləşdirir. Və şərtə görə həmən bu deməli bu bir dəqiqə Y idi bu. Y nöqtəsi. Şərtə görə bu Y
D perpendikulərdir AB-yə. Bəli, şərtə görə bu Y-dir. Y xətti də perpendikulərdir AB-yə. Bir də ki, şərtdədir ki, AD bərabərdir AB-yə. Baxın, bu xətt var ha, bu Y-dir. Fikirdən həm eyni zamanda perpendikulər oldu. Baxın, bu üçbucağa görə həm eyni zamanda perpendikulərdir, həm də eyni zamanda mediandır. Deməli, bu üçbucaq bərabər yandır. Yəni, deməli, AY də bərabərdir artıq nədir? BY-yə. Çünki bu bərabər yan üçbucağa məxsusdur. Və biz bunları bilirik ki, bərabər yan üçbucaqda təpədən çəkmiş hündürlük mediandır, tənbələndir və s. Cüt-cüt eynisə, deməli, üçbucaq qayıdır bərabər yanıya. AY-si 24-dür. AY-si üçbucağını ilişdiririk. AY-si üçbucağı deməli 24-dür. Deməli, bu yaşın olan 24-dür. Belə. Deməli, olarsa AC-ni tapaq lazımdır. AC son. Deməli, yuxarıdakı oldu deməli AA. Belə AA qıraq olsun B. Burada deməli həmən A ilə B-nin cəmi yandı deyə. BC elə də 16. Çünki şərtə görə verilir 16. Sonra AYC də bu AB və X-in cəmidir. O da 24-dür şərtə görə. A ilə B-nin yerinə 16 yaz. 16-ın X-in cəmi 24-dür. X-in də payına 8 dərəcə düşür. Bəli. Sonra 15-ci tapşırıq. 15-ci tapşırıq. Deməli, burada üçbucaq vermişdim. ABC üçbucaq vermişdim. Deməli, C 72-dir. Bucaq C 72-dir. Şərtə görə C 72. Bir də bərabər yanı deyə AB bərabərdir BC olsun. Belə yanlar eynidir. C 72-dir. Bir də şərtdə belə bir AD xətti çəkilir. O da tənbələndir. 72 hərəsindən çıxır 36. AC 8-dir. Sonra AD. Bax, burada artıq məsələn bu qeyri-məşhur olduğuna görə məndən nə soruşsa, mən deyəcəm 8-dir. Nə soruşa bilsə, hər şey yox yəni, nə soruşa bilsə. Yəni, bu dəqiqə təcrübəli şahid deyir ki, AD ilə BD-nin cəmi nə soruşsa 8. O da bərabər nədir? 16-ya. Çünki qeyri-məşhur bucaq olanda sual məntiqə faranır, yəni bərabər bucaq faranır. O da oturacaqlar eyni olur. Yəni izah, deməli bu 36-72, bu AD-si üçbucağına görə D oldu 72. Deməli artıq görürsünüz ki, AD 8-dir. Yəni yuxarısı 36 olduğuna görə yenə də bu ABD də bərabər yandı. Bu da oldu 8. Artıq görürsünüz nədir? Soruşduqları hər ikisi nədir? 8-dir. Yenə məsələn 16-cı tapşırıqda AC oturacaqdır. Üçbucaq bərabər yanlıdır. AD də tənbələndir. Bizə deyir ki, AC 6-dır. Məndən soruşur AD ilə yenə BD-nin cəmi. Eyni oldu ki. AD BD. Eyni deyən bu sadəcə olaraq 8-in də 6-dır. Yəni. Eşit 12. Sonra 17-ci tapşırıq. Deməli belə bir üçbucaq. Bu olsun AK, bu olsun nədir? B. Sonra KS. Deməli AK-sı bərabərdir KB-yə. Şərtdə göstərirəm. O da eyni zamanda bərabərdir BC-yə. Bu da nədir? BC hissəsinə bərabərdir. Yəni AK şərtə görə BK, o da bərabər nədir? BC. Və eyni zamanda B-dən bir xətt çəkiblər. B-dən BD. Və qarşıdakı da bu xətt. Bax, bu üçbucaq aydın ki, bərabər yandı. Baxın, bax, bu üçbucaq bərabər yandı. Bu bərabərini yenə B-də çəkmişəm, BD. BD mediandır, xeyr ola. Deməli, eyni zamanda bu B-də nədir? Tənböləndir. Eyni zamanda o nədir? Hündürlükdür. Bu şəkildə. İndi onun dediyi KAB 50-dirsə, deməli B də 50-dir. B də 50-dirsə, deməli hərəsinə alfa 50, hərəsi nədir? 25 dərəcə düşür sanitlər. Deməli, soruşduğu 25 dərəcədir. Sonra, yəni 18-də həmən şeydir, 40-da olacaq 20. 19 sual. ABC üçbucağı vermişdi. Deməli, ABC üçbucağı vermişdim. Bu da CD. Deməli, istənilən xətti. B bucağı 80 dərəcədir. ADC dediyi ADC 100 dərəcədir. 100 dərəcədir. Və ADC-yə bərabərdir. Yenə bu oldu nədir? Bərabər yanı. ADC soruşur ACB-ni. Soruşur nədir? Bir də alfa. Bu aydın ki, alfa bir dəqiqə. Düz mü oxuduq? B 80 dərəcədir. ADC demək 100-dür.
AD'nin de D'si N'dir. Soruşur ASB'ni. ASB'ni, ASB'ni. ASB'ni. Niye oxudum? Çünki bu alfanı soruşsaydı 80-da ehtiyac qalmırdı axı. ASB. Aydın ki, yəni bu alfa bir de üstə gəlir 100. Bu bərabər olduğuna 180 dərəcəyə. Onda 2 alfa 80, alfa oldu 40. Sonra bir küncə bir beta yazsaq. Bu 100 də 80-dan betanın cəmidir. Ya da ki 100-ün qonşusu ilə 80-da belə deyək. Onda betanın payına 20 düşür. Beta da 20'dir. C bucağı da alfa ilə betanın cəmidir. 40 ilə 20'nin cəmi. O da oldu 60 dərəcə. Sonra misal nömrə 20'yə baxırıq. A, B, C üçbucağı vermişdir. A, B, C. Sonra burada belə bir xət çəkiblər. Bu da olsun D. Yuxarıdakı 30 dərəcədir. Bu da 130 dərəcədir. Sonra BD bərabərdir. BD bərabər DC-yə. BD DC-yə bərabərsə aydın gələn bu üçbucaq nədir? Bərabər yanıdır. Onda 180'da bu 130 çıxın. Bölün 2'ye 50 hərəsinə 25-25 demək. Künclər oldu 25 dərəcə. Sonra bir de eyni zamanda BC bərabərdir AC-yə. BC də AC-yə bərabərdir. BC də AC-yə bərabərsə onda aydın ki A bucağı da bərabərdir B bucağına. Bu da oldu 30'dan 25'in cəmi. Bu da oldu 55. A bucağı da 55'dir. Soruşur DC A'nın. DC de alfa. Deməli buradan 55 üstə gəlsin, yəni A 55, B ise 55. Bir de üstə gəlsin alfa üstə gəlsin 25. Bu bərabərdir 180 dərəcəyə. Bəli. Deməli 55 elədi 110. 110 üstünə 25 gələndə 135. Bu bərabərdir 180'da. Alfa da bərabərdir 45 dərəcəyə. Cavab 45 dərəcəyə. Sonra 21-ci tapşırıq. Deməli ACB üçbucaq vermişdi. Bərabər tərəfli üçbucaqdır. Yəni bucaqlarımız eyni. İstənilən xətt çəkiblər. AN BM çəkiblər. Sonra CAN deməli bu olsun 25 dərəcə şərtə görə. Bu 25'də alttaki hamısı 60'tı. Bu oldu 35 dərəcə. Sonra CBM 40'tı. Alttaki da aydın ki 20'dir. Bizden soruşur NDB. Bu X. X de bilirsiniz ki xarici bucaqdır. O da 35 ilə 20'nin cəmidir. O da bərabərdir 55 dərəcəyə. 22-ci sualda eynidir. 23-cü sualda bərabər yanlıdır. Yazaq bunu. Bərabər yanlıdır. Bərkilər bərabər tərəflidir. Demək ABC üçbucağı verilir. Yuxarıdakı bucaq 50'dir. Bu A bucağıyla B bucağı da 180'dan 50 çıxdın 130, yarısı ilə də 65 dərəcə. Buradan deməli AN istənilən xətdir. BM da istənilən xətdir. Deməli CAN 20'dir. CAN 20. Onda 65 idiyə aşağısı olsun 45. Sonra CBM 40'dır. CBM 40'dır. Dedim yuxarısı 40'sa cəmisi 65'dir. Aşağısı olsun 25. Yeni bizden soruşur bu NDB'nin yəni X'in. Bu da xarici bucaqdır. O da 45 ilə 25'in cəmidir. X də bərabər buradan nədir? 70 dərəcəyə. 24 90'dır. 25'in sonu. Bərabər yəni deməli üçbucaq vermişdi. Təpə bucağı 120 dərəcəyə bərabərdir. Sonra oturacaq ki bucağın təmbərəndə 12 kötküdür. Oturacaq bucağın təmbərən isə alfa. Bu da olsun nədir? 12 kötkü. Yuxarı 120'dir. 180'dan 120 çıxdan elədir 60. 2'ye böldüm 30. Demək alttakilər elədir nədir? 30. Bu da oldu 15 dərəcə. Demək oturacağı bir de X diye. 30, 15, 45. Bu da 135. Bu üçbucaq da oldu bərabər yanlı. Açdım. İstənilən üçbucaqdır. Sinüs teoremine göre X bölünsün. Deməli sinüs 135 bərabər 12 kök 2 bölünsün sinüs 30
Bəli, sinüs 32'də 1'dir. Sağ tərəf elədi, yəni sürəti 2'də 1'ə böləndə 24 kök 2 elədi. X də bərabərdir 24 kök 2'ni vurarsan sinüs 135'ə, yəni kök 2 bölü 2'yə. Cavab elədi sadəcə 24. Sonra 26 suala baxırıq. 26. Deməli ABC üçbucağı vermişdi. B, A, C. Sonra bu bərabər yanında eyni zamanda AK istənilən xətti çəkiblər. Şərtə görə AB, BC bunlar hamısı nədir? B-yə bərabərdir. B-dir. Bir də ki, BK dediyi A açıq B-dir. Bütöv yəni ki, bu BC-də yəni A-dır. Biz bir ki, bu A-dan A açıq B-nin çıxanda bu deyir B. Deməli, artı bu da bərabər yanı. Deməli, yəni CK, CA-ya bərabər olduğuna görə, yəni deyirəm o da bərabər yanıdır. BAK 15-dir. Oturacaqda alfa deyirəm. Aydın bu xaric bucaqda olsun nədə alfa üstə 15. Bərabər yan olduğuna görə yuxarıda alfa üstə 15-dir. Ştrixlədiyim üç bucaqdan isə alfa üstə yerə alfa plus 15 üstə yerə alfa plus 15 bərabər 180'da. Buradan 3 alfa bərabərdir 150'yə. Alfa bərabərdir 50'yə. Soruşduqda alfadır, cavab 50'dir. 27 oxşarıdır, 28. Bərabər yanı ABC üçbucağı vermişdi. AC oturacaqdır. Deməli ABC AB bərabərdir BC-yə. Bərabər yandı. Oturacaqda şey nədir? 8'dir. AC də bərabərdir 8'ə. Medianların kəşf deməli AC oturacağın uzun 8'i medianların kəşf ünitəsinə medianlar belə çəkir. Medianlar yuxarıdan gələn median bilirsiniz ki, eyni zamanda hündür olmalıdır. Ancaq bütöv çəmirik. Bəli, medianların şərti görə kəsməsindən oturacağı qədər məsafə 2'yə bərabərdir. Aydın yuxarısı 1 bölü 2 nisbətlə bölünür. Yuxarısı 4'ə bərabərdir. Bu AC 8'də bunların hərəsinə düşəcək deməli 4 4. Bir dəqiqə nə səhv yazdım burada. Deməli oturacağın 8 mediandan kəşf ünitəsindən B təpəsinə qədər məsafə 2'ymiş. Yuxarısı. Onda yuxarısı 2 isə aşağısı oldu 1. Deməli artıq bu təzəmli şəkil çəksə yuxarıdan gələn deməli hündürlükdə eyni zamanda bu 3 olmuşdur. Bu da 4 4. Deməli yanlar 5 5. Pifaqor teoreminə görə ABC üçbucağın perimetrini soruşur. O da 5 5 4 8. Cavab elədik 18. Bəli. Yəni medianlar deməli 1 bölü 2 nisbət bölünür. Sadəcə təpədə gələn məsafə 2'ymiş. Yine 29. tapşırıqda bərabər yanı üçbucaq verildi. Oturacaq deyir AC olsun. Təpə bucağı da B'dir. Sonra AC oturacağın uzunluğu 16'dır. Yəni medianlar çəkilmişdir. Amma axıra kimi çəksə 16 oldu 8 8. Şərtə görə kəşf nöqtəsi yəni O'dan AC-yə qədər məsafə deməli 2'dir. Belə. Yuxarısı deməli 1 bölü 2 nisbətlə bölünür deyə bu da 4'dür. Artıq bu çəkəcəyim üçbucaqda deməli hündürlüyü oldu 6. Aşağıda 8 8 olduğuna görə Pifaqor teoreminə görə yanlar 10 10. Perimetrdə bunların tərəfləri cəmi bu da oldu nədir? 38. Bu 16 idi. Bu da 36. Demək 30. tapşırıqda ABC üçbucağı verilmişdi. Bu olsun A, C, B üçbucağı. Bu da istənilən xətti çəkilmişdi. Bu olsun E, bu olsun N. Şərtə görə bu 38 dərəcədir. Aha. Sonra ayın şərtləri oxuyaq. Demək ayın AC-yə bərabərdir. A-dan N-ə bərabərdir A-dan C-yə. Yəni bu üçbucaq nədir? Bərabər yanıdır. Bəli, mən bu künclərə alfa, beta yazsam, bu bərabər yanı AC ayın olduğuna görə alfa plus 38 N olacaq. Alfa plus 38. İnşallah aydın. Sonra eyni zamanda BM şərtə görə yəni BM debat çəkirəm. BM. Bax bu da bərabərdir BC-yə. Deməli bu da bərabər yanıdır. Ona görə də M bucağı da olsun beta plus 38. Aha. Bir də bu daxildəki ştrixləyəcəyim üçbucağa baxın. Buradan deməli 38 üstə gəlsin alfa plus 38. Bir də üstə gəlsin beta üstə 38. Bu aydın ki 180'dır. Buradan deməli alfa ilə betanın cəmi bərabər olacaqdır. 180'dan çıxırıq 3'dən 38'i
Bu da 3'ten 18 var. O da 180'den çıxırıq. 3'də 8 24. 9 bu da 114. Biləsən 64. Yuxarıdakı bizdən soruşlar C bucağın şeydir. C. Bucaq C'dir baxın. Alfa üstə gərək beta üstə gərək 38. Yəni 68 64 ilə də 38 toplayaq. Bu 64 tapdıq bunu. 64 üstə gərək 38. Bir dəqiqə 64 milədim. 64 166 yəni 66 38-in cəmi 6 ilə 8 14. Bu da nə deyir? Cavab 104 dərəcə. Bəli. Sonra 31-ci tapşırıqda oxşarıdır. 32-ci tapşırıq. 32-ci tapşırıqda deməli üçbucaq vermişdim. A, B, C üçbucaq vermişdim. Deməli şərtə görə deməli buradan B-də çəkiblər. Bunlar medianlardan mısın? Medianlarda 1/2 nisbətə bölünür. Bu B-dir. Sonra şərtə görə bunlar bir dəqiqə AF, B-dir. Bəli, mediandır. Bu da AF, bu da mediandır şərtə görə yəni. Bu da təbii kəsişmədən keçir, yəni mediandır. Və yaxud özü bildiribdim. Median. Yəni medianlarda 1/2 nisbətə bölünür. Mediandır. Sonra onun dediyi bu P-də kəsişir. P-yi dediyi 2/1 kök 41'dir. Üstə yazırıq 2/1 kök 41. Yəni deməli və burada da 2/1 kök 41 sağdakı da 2/1 kök 41'dir. Aydındır. Sonra bu medianlar da 1/2 nisbətə bölünür deyə. Ona görə bu da ikincisi olan AP oldu kök altı 41. İkincisi de oldu kök altı nədir? 41. Aha. Sonra P'de dediği de yəni 4'dür. Sonra Pifagor teoremi göre AD DC'ni tapaq. Yəni x8. O da bərabər kök altı 41'in kvadratı çıxılsın 4'ün kvadratı. Bu da 25 oldu 5. Hər həsən 5 düşdü. Sonra bu 4 ise yuxarısı oldu birisinin 8. Çünki medianlar 1/2 nisbətə bölünür. Bu üçbucağın şəklini təzədən çəksək. Bu hündürlük də eyni zamanda aydındır və mediandır. Bəli. Və bu oldu deməli 12. Bu oldu deməli 5, 5. Yanlar oldu 13, 13. Bəli. Niyə eyni zamanda məsələn hündürlük dedim? Çünki 41, 41 bərabər yanı idi. Bu şübhəsiz ki, yuxarıdan gələn median eyni zamanda tənbələndir, hündürlükdür və s. Bizdən soruşur, deməli, neyi soruşur? ABC'nin perimetrini. O da 13, üstə yerə 13, üstə yerə 10. Bu da 26, cavab elədi 36. Sonra 34-cü sualda deməli belə bir üçbucaq vermişdim. Bu olsun B, A, C, bu da 90 dərəcədir. Şərtə görə 90. Bu üçbucaq bərabər yandı, yəni AB bərabərdir AC. Sonra A'dan D'yə, deməli AD'nin özü yəni 6'dır. B'dən D'yə, yəni B'dəsi olsun nədir? 18 şərtə görə. Olarsa DC parçasının uzunluğunu tapın. Bəli, DC'nin uzunluğunu tapmaq lazımdır. Deməli buradan deməli bu 18 və 6'ya görə AB və BC bərabər olacaqdır. Pifagor teoremi görə 18'in kvadratı çıxılsın deməli 6'nın kvadratı. Yəni bu bərabər oldu 18'in kvadratı 324. Çıxdıq 36'nın. O da bərabər demək 4'dən 6'nın çıxdıq 8. Sonra 11'də 3'ün çıxdıq 8. Burada 288. Hə. Deməli yanlar oldu. Kök altında 288. Kök altı 288. Bu da kök altı 288. Bəli. Bu bərabər yəni üçbucaqda biri deyək. Bu bərabər yəni üçbucaqda istənilən xətt, baba istənilən xətt. Tutaq ki, qıraqları yazıram AA. Buraya yazıram BC. Baba istənilən xəttin uzunluğu bərabər kök altında AA yəni A kvadratı çıxsın BC-yə. İsbatda yəni ki, yuxarıdan hündürlük çəkib isbat edirsin. Yəni bu dəqiqə bu üçbucağı mən o yolla da yaza bilərəm. Ancaq qısa olaraq 36 yəni 6'nın kvadratı bərabər də kök altı 288 vurulsun kök altı 288 çıxılsın nədir? 18 vurulsun x. Buradan 288 çıxılsın 18x bərabər 36-ya. Buradan 18x bərabərdir. Deməli 288-in 36-ını çıxaq. 8-dən 6-ını çıxanı 2 sonra 28-dən bu da 25. Buradan da x də bərabərdir.
Deməli neçə 25-i 18 bölündə 1 düşür. Sonra deməli 25-də 18 çıxdıq. Qaldı burada 7, 72-nin də 18 bölündə 4. X də bərabər 14. Yenə deyirəm isbat, məsələn ikinci yol. İkinci yol mu isbatı da aynı? Yəni təpədən bir dənə hündürü çəkirsiniz və oradan nə deyə yazırsınız, təpədən hündürü çəkirsiniz. İsbatını verə bilərsiniz, ancaq uzundur. Deyimdə yəni bu tipli suallar dəfələrlə düşdüyünə görə o ki şagird öyrənməlidir. Yəni bu bərabər yanlıdır, məsələn 6-6. Bu da istənilən bir xəttdir, məsələn 3-dən 2, məsələn. Sənin x soruşsa, dən x bərabərdir, kök altında 36. Çıxılsa nədir? 3-dən 2-nin asırı 6, bu da kök altı 30. Düsturu öyrənmək lazımdır. Demək, baxırıq növbəti mövzu səhifə 153. Misal nömrə 1-dən 93-ə. Bu mövzuya baxaq. Demək, birinci sual belədir. Uzunluğu 40 sm olan düz xətt parçası vermişdim. Birinci düz xəttin özünü çəkirik. Sonra uzunluğu, sonra parçanı, yəni düz xətt parçanı sonra çəkmək lazım. Müstəvi və ya düz xətt deyəndə birini çəkirsiniz. Hər hansı düz xəttlər, məsələn, altdakı düz xətdən 60 dərəcə bu zamir gətirir. Proyeksiyanı soruşur nəyə bərabər? Proyeksiya yəni kölgə deməkdir. Yəni ikisi tapmaq lazımdır. Yuxarıdakı 30 dərəcədir. Bəli, 30-un qabağında duran katetə pitonun yarısı, ona görə cavab nədir? 20 dərəcə oldu belə. Sonra ikinci tapşırıqda üçbucaq vermişdi. Hər hansı bir üçbucaqdır. Tərəflər demək A deyir 12 bərabərdir. B-ni soruşur və burada nədir şəkilə görə bura 30 dərəcə yazılır. Yəni alfa 30 dərəcədir. Betası 60 dərəcədir. Biz də bilir sinus teoreminə görə B bölünsün sinus 60 bərabərdir 12 bölünsün nədir? Sinus nədir? 30-a. Sinus 32 də 1-dir. 12-ni 2-də 1-ə böləndə 24 verir. B-ni tapmaq üçün 24-ü vurursunuz sinus 60-a. Sinus 60-da kök 3 bölünsün 2-dir. İxtisar 7 cavab elədir 12 kök 3. 12 kök 3. Üçüncü tapşırıq. Uzunluğu A-ya bərabər düz xətt parçası. Demək, düz xətt parçasının uc nöqtələri paralel düz xətt üzərindədir. 2 dənə paralel düz xətt vermişdim. Bəli, bu da parçadır. Parçanın ucları paralel düz xətt üzərindədir. Və bunlarla hər hansı birindən 60 dərəcəli bucaq əmələ gətirir. Paralel düz xəttlər arasındakı yeni məsafəni soruşur. Bu H. Yenə şübhəsiz ki, bu 30 dərəcənin qabağında duran bu katet. Bilirsiniz ki, A bölünsün 2-dir. 60-ın qabağı da bunun kök 3 mislidir. A bölü 2 vurursun nədir? Kök 3. Və yaxud Pifaqordan tapırsınız. Üçbucaq verilmişdir. Bucaqları 1, 2, 3 nisbətindədir. Yəni burada aydın 2x-in, 2x-in, 3x-in cəmi daxili bucaqların cəmi 180 dərəcədir. 6x 180, x 30 dərəcədir. Deməli bu üçbucaq düz bucaqlı üçbucaq olacaq. Çünki bucaqlar oldu 30, 60 və 90. Bəli. Şərtə görə burada deməli ən kiçik tərəf kiçik bucağın qabağı olur. Ən böyük tərəf də böyük bucağın qabağı olur. 30-un qabağında duran katet pitonun yarısı. Kiçik tərəflə də böyük tərəfin cəmi deyir 7,2-dir. Yəni 3A bərabər 7,2-yə. A da bərabər 2,4-ə. Böyük tərəf soruşur. Yəni 2A-nı. O da elədi 2 vurursun 2,4. Cavab elədi 4,8. 5-ci tapşırıqda bərabər yəni üçbucaq verilmişdi. Bərabər yanlı üçbucaq. Oturacağı deməli 8-dir. Təpə bucağı da 90 dərəcədir. Biz bilirik ki, bərabər yanında təpədən endirmiş median eyni zamanda nədir? Hündürlükdür. Və ya hündürlük eyni zamanda mediandır. Hündürlük soruşur. O da median olduğuna görə pitonun yarısıdır. Cavab 8/2, yəni 4 oldu. Və yaxud məsələn burada bərabər yanlıdır. Oturacaq ki, bucaqlar məsələn 45-45, başqa yolda 45-45. Burada aydın ki, bu 4 olacaqdır. Deməli, yuxarıda 45-45 olduğuna görə H yenə nədir? 4-ə bərabər olacaqdır. Sonra 6-cı tapşırıq oxşardır. Yəni 7-də həmin söhbətdir. 8-ci tapşırıq. Deməli, düz bucaqlı üçbucaq verilmişdi. Düz bucaqlı üçbucaq verilmişdi. Beləcə xətt çəkilən. Bu medianda eyni zamanda 1-1. Bura x-dir, yuxarı 3-dür. Demək, altdakı, yəni ki, belə deyək də, bu altdakı katet Pifaqor teoreminə görə 9 çıxsın 4, elədir nədir? Kök altda 5. Yenə Pifaqor teoreminə görə x tapırıq. X bərabər kök altında 1-in kvadratı, üstə gəlsin kök də 5-in kvadratı. Beləliklə cavab nədir? Kök altında 6-ya bərabərdir. Sonra 9-cu tapşırıqda belədir. Düz bucaqlı üçbucaq verilmişdi. Düz bucaqlı verilmişdi. Bu da istənilən xəttdir. Bu x-dir, bu 2-dir. Bu da demək 2, 3. Burada x soruşur. Bu h deməli hər iki düz bucaqlı üçbucaqda ortaqdır. Kiçik üçbucağa görə h-ın kvadratı.
2'nin kvadratı çıx x-in kvadratdır. Və üçbucağa görə 3'ün kvadratı çıxılsın. X üstə gəlsin nədir? 2'nin kvadratdır. Bəli, bu tənliyi buradan həll etsək. 4 çıxsın x-in kvadratı bərabər 9 çıx x-in kvadratı çıx 4x çıxsın 4. X kvadratda islah gedir. Sağ tərəf oldu deməli 5 çıxsın 4x. Buradan deməli -1 bərabər -4x-ə x-ə bərabərdir 0,25 alırsınız. Sonra 10-cu tapşırıqda düzbucaqlı üçbucaq verilmişdi. Deməli düzbucaqlı üçbucaqda median, bu median deyir. Median da bir skek betonun nədir? Yarısıdır. Median betonun yarısıdır düzbucaqlı üçbucaqda. Bəli. Çünki nədir bu düzbucaqlının? Baxın, xaricinə çevrə çəkəndə görürsünüz ki, aydın ki, belə və diagonallar da yarıya bölünür. Və aydın ki, A yazsaq, bu da A. Görürsünüz ki, bu 90 dərəcədə. Bax, bu üçbucaqda A 2A'nın yarısıdır. Yəni, bəli, burada deyir ki, medianla, yəni x ilə petoncun, yəni 2x-in cəmi 39 kök altı 2-yə bərabərdir. Buradan 3x 39 kök 2-dir. 39 da 3-ə böldük 13. Bəli, median 13 kök 2-dir. Hipotenuz isə 2 mislidir. 2x o da bərabərdir 26 vurulsun kök altında 2 olacaqdır. 12-ci sualda deməli düzbucaqlı üçbucaq vermişdi. Katetləri 12 və 16-dır. Aydındır ki, hipotenuzlar bərabər 20-yə. Hipotenuza çəkilmiş median soruşur. Median da hipotenuzun yarısıdır. O da 20 bölünsün 2, cavab 10. Bu 20 yəni Pifagor teoremi ilə tapdıq. 13-cü sualda həmçinin elədir. 14-cü sual katetlər 5 və 12-dir. Bəli, Pifagor teoreminə görə bu nədir? 13 tapırıq. Yəni aydındır Pifagor, yəni 5'in kvadratı üstə gəlsin 12'in kvadratı. Bu da 13. Və buradan perimetrini soruşur. O da 12'nin, 5'in və 13'ün cəminə bərabərdir. O da elədir 30 santimetrə bərabərdir. 16-cı tapşırıqda deməli düzbucaqlı üçbucaq vermişdim. Yəni düzbucaqlı üçbucaq vermişdim. Katetlərin hipotenuzların proyeksiyaların uzunluğu belə olanda belə çəksəniz daha yaxşı görünür bu düzbucaqlı üçbucaq. Deməli katetlərin hipotenuzlarının proyeksiyaları. Məsələn, sol tip proyeksiyalara uyğun olaraq bir dəqiqə proyeksiyalara uyğun olaraq 24 və 54 bu şəkildə 24 və 54-ə bərabərdir proyeksiyalar. Düzbucaq təbii çəkilmiş hündürlük tapın h. Və yaxud yuxarıda yenə bu belə çəkirsiniz. Yenə yuxarısı 24'dür, bu da 54'dür. H-ı soruşur. Biz də metrik münasibətə görə bilirik ki, h-ın kvadratı bərabər 24 vurulsun nədir? 54'dən. Oradan da deməli h bərabərdir. Kök altında 24 vurulsun 54. Beləcə. O da 24'ü deməli yazırıq 4 vurulsun 6. Bu şəkildə o birisini yazıram 6 vurulsun nədir? 9. 4'dən 2 çıxır, 36'dan 6 çıxır, 9'dan 3 çıxır. O da elədir, elə 36'ya bərabərdir. Sonra yenə 18'də 17'də eynidir, yenə yazaq. Deyir düzbucaqlı üçbucaq verilmişdi bu şəkildə. Yəni düzbucaq təpəsində hündürlük çəkilmişdi. Bəli, katetlərin deməli hipotenuz üzərində proyeksiyası 16 və 36'dır. H-ı soruşur. H bərabərdir kök altında 36 vurulsun 16. O da 6 vurulsun 4, cavab elədir 24. Sonra yenə bu 19 sualda oxşarıdır. 20 suala baxırsanız 20 sual düzbucaqlı üçbucaq vermişdim. Deməli düzbucaqlı üçbucaqda iti bucaq təpəsindən çəkilən tənbirin belə tənbirin olsun bu. Qarşı tərəfli 70 dərəcə bucaq miqyası. 70 şəkilə görə görürsünüz altdakıdır. İti bucağın soruşur. Böyük iti bucağı. Aydın ki bu alfa yazsa 70 ise bu alfa 20'dir. Ona görə bu belədir A bucağı 40 oldu. Onun ki B bucağı da bərabərdir 50'yə. Maksimum soruşur. Onun ki cavab nədir? 50 dərəcədir. 21 də həmçinin 22 sual düzbucaqlı üçbucaq vermişdi. Düzbucaqlı üçbucaqda hündürlük deməli olsun 1. Şərtə görə hündürlük 1'dir. Kat edilən biri də nədir? 2 santimetrə bərabərdir. Bu üçbucağın iti bucaqlarını tapın. Aydın ki bu 1. Yəni ki burada məsələn bu alfa yazsa. Şimdi de bu alfa bak yukarı alfa yazsam. Alfanın qabağı 1'dir. Bu da 2'dir. Demək alfa 30 dərəcə olacaq. Alfa 30 dərəcə olacaqdır. Ona görə betası da bərabər nədir? 60 dərəcə olacaqdır. Sonra yenə 23-cü sual oxşardır. 24-cü sualda üçbucağın bucaqları 1, 2, 3 nisbətindədir. Yəni bunların cəmi bir dəqiqə.
x üstə gəlsin, 2x üstə gəlsin, 3x bərabər 180 dərəcəyə. Buradan 6x 180, x ilə 30 dərəcəyə. Buradan aydın ki, düz bucaqdır və bucaq da 30 dərəcədir və 60-dır. Belə. Soruşur, böyük tərəfin uzunluğu 8-dir. Sonra böyük tərəfə çəkilmiş medianla böyük tərəfə, bu kiçik tərəf 4-dür. Nədir bu? Böyük tərəf, yəni pitonuza çəkilmiş medianla 4-dür. Bəli, böyük tərəfə çəkilmiş medianla kiçik tərəfin cəmini soruşur. Cavab nədir? 8. Sonra 25-ci tapşırıqda düzbucaq verilmişdir. Düzbucaq bucaqda bucaqların bir nədir? 30 dərəcə bərabərdir. Ona biçik kateti 3-dür. Hipotenuza çəkilmiş median soruşur. Aydın ki, 60-ın qabağı 3-sə, 30-ın qabağı olacaq nədir? 3 bölünsün kök 3, yəni kök altı 3. O hipotenuz oldu 2 kök altında 3. Hipotenuza çəkilmiş medianda hipotenuzun yarısıdır. Bu da oldu nədir? Kök altında 3-ə bərabərdir. Sonra 26-cı tapşırıqda düz bucaq, iti bucağı 75 dərəcə bərabərdir. Bəli, iti bucaq 75 dərəcəyə bərabərdir. Digər nədir? 15 dərəcə bərabərdir. Yəni, bu düz bucaq təpəsindən çəkin medianla hündürlük. Bu medianla hündürlük arası qalan bucaq tap deyəndə böyük bucaqdan kiçik bucağa sadəcə çıxırsınız. Cavab elədir 60 dərəcə. Ya da ki, düstursuz bu olsun hündürlüyü. Bəli, böyük bucağa yaxın hündürlük olur. Sonra tənbələ median. Bunlar arası qalan bucaq x soruşur. X. İndi aydındır ki, median pitonuzun yarısına bərabərdir. Median pitonuzun yarısına bərabərdir. Bu üç bucaq bərabər yandı. Demək künclər 15. Sonra bu da yenə 15. Burada 15 üstə gələ 2 üstə gələ 15 bərabər 90 dərəcə olacaq. X də bərabərdir 60 dərəcə olur. Sonra deməli 27-ci tapşırıqda burada deyir ki, tənbələnlə median arası qalan bucaq tap, tənbələn median. Tənbələn median arası qalan bucaq tap deyəndə alfadan betanı çıxırsınız, 2-yə bölürsünüz. Bəli, yəni burada 75-dən çıxırsınız 15-i. 60 elədir, yarısı nədir? 30 dərəcə. İndi başqa yolla, yəni əsl yolu ilə düz bucaq vermişdir. İti bucaq 75, digəri 15. Deməli, tənbələn böyük bucağa yaxın olur, sonra median gəlir. Median hipotenuzun yarısıdır. Ona görə 15 oldu. Tənbələn isə yuxarısı 45-dir. Sonra bunların cəmi 90-dır, ya da 15-dən ikisinin cəmi 45-dir. X də bərabərdir 30 dərəcə olur. 28 sual. 28-də deməli düz bucaqlı üç bucaq verilmişdir. Bu şəkildə katetlər A-sı bərabər olsun 9-a, B-si bərabər olsun 12-yə. Sonra A katetin qarşı tərəf aydın ki 15-dir Pifagor teoreminə görə. A-nın proyeksiyasını soruşur. A-nın proyeksiyası yəni x-dir. Metrik münasibətə görə 9-un kvadratı x vursun 15-ə bərabərdir. Orada x də bərabərdir 81 bölünsün 15. Cavab elədir 5,4. Sonra 30-cu suala baxaq. 30. ABC üçbucağı deməli vermişdim. ABC üçbucağı vermişdim. Şərtə görə bərabər yandı. Yəni AB bərabərdən BC. Buradan AB bərabərdən BC olacaqdır. Sonra deməli bir dəqiqə. AB, BC. Bəli, burada deməli D nöqtəsi AB-nin üzərindədir. Bu əvvəlki mövzuda var idi. Y nöqtəsi də BC-nin üzərindədir. İstənilən bir nöqtə, bəli, birləşdiririk. Şərtə görə deyir ki, bax bu BD bərabərdir AD-yə. Bir də ki, bu 90 dərəcədir. Aydın ki, onda bu da AY-si üçbucağın bərabər yanıdır. AY-si. Çünki niyə? Y-də həm hündürlükdə, həm də mediandır. Bəli, hətta tənbələn olacaq təbii. Bu bərabər yanıdır. Deməli, yuxarıları A yazsa, bu da A olur. B bu şəkildə. Şərtə görə BC və ya nədir? Bizdən AC-ni soruşur. Yox, AC 14-dən. Yox, onda obrusinin tərsidir. Bizdən BC-ni soruşur. BC A üstə gəlsin B-dir. Bu sual. Bəli, burada AYC, PAYC bərabərdir. A üstə gəlsin B, yəni bu PAYC bu. Bu bərabər A üstə gəlsin B üstə gəlsin 14. Bu bərabərdən 32-yə. Buradan A ilə B-nin cəmi də 32-dən 14-ü çıxırsın. Cavab elədir 18 dərəcə. 31-ci sualda deməli düz bucaqlı üç bucaq verilmişdi. Düz bucaq iti bucaqdan biri 60 dərəcədir, digər də aydın ki 30 dərəcədir. Hipotenuzları kiçik katetin. Kiçik katet 30-un qabağıdır. Hipotenuz onun kimislidir 30-un xassiyəsinə görə. Şərtə görə x-ən 2x-in cəmi 27-dir. Buradan 3x 27-dir. X bərabər 9-a. Hipotenuz onun kimislidir. Yəni 2 vurulsun 9. Cavab elədir 18. Bu bərabər 18-ə. Sonra 32-ci sual.
ABC üçbucağı vermişdim. ABC düzbucaqlı üçbucaqdır. C 90 dərəcədir. A 60 dərəcədir. B olsun 30 dərəcə. C təpəsindən bir hündürlük çəkilmişdi. C. Bu CM. Bizə deyir ki, AM bərabərdir 12-yə və tapmaq lazımdır nədir? BM yəni ikisi. Bəli, bu 30 dərəcə yazıram. Baxın, 30-un qabağı 12 isə AC ilədir 24. Yenə B bucağı da 30-dur. 30-un qabağı 24 isə BA 24-ün ikimisi də 48. 48-dən də 12-nin çıxışının cavab elədi nədir? 36 dərəcə. 34-ün sualda yəni eynidir. Mən şəkil çəmirim, şəkil var. BC bərabərdir. Buradan 10-un kvadratı yəni 100. Çıxılsın AC-də 6 kök 2-dir. 6 kök 2-nin qadı 72. Belə nədir? Kök altı nədir? 28 bu şəkildə. Sonra tezən x də bərabərdir. Həmən BC-nin kvadratı üstə gəlsin DC-nin kvadratı. BC deməli tapdıq 28. DC də 2 kök 2-dir. Kvadrat 8. 36 cavab elədi 6. Sonra 36-cı misalda bəli şəkil çəmirəm, şəkil var. AC bərabərdir. Toplayıb baxın AC bərabərdir 6-nın kvadratı. Çıxılsın BC yəni 3 kök 3. 3 kök 3-ün nədir? Kvadratı. Bu da 36 çıxılsın 27, belə 9 yəni 3. Sonra x-i soruşur. X də şəkilə görə bərabərdir AC-nin kvadratı. Üstə gəlsin DC-nin kvadratı. AC deməli 3, kvadratı 9, DC kök 3, bu 3. Bu elədir 12, cavab elədir 2 kök 6 nədir? 3. Sonra 38-ci misal yazırıq. Çünki 37 oxşardır. 38-ci sual. Oturacağı 36 olan düzbucaqlı üçbucaq verirdi. Təpə bucağı da 90 dərəcədir. Bu da bərabər yanında eyni zamanda şərti görə. Və aşağı 36 dərəcə yan tərəfi soruşur. Aydın ki, məsələn, burada 36-nı kök 2-yə bölürsünüz. 36-nı kök 2-yə bölürsünüz. Və tərəf tapırsınız yan tərəfi elədir 18 kök 2. Yəni, çünki nədir? Pifaqor teoremə görə x kök 2 bərabər 36-ya. Belə. Ya da ki, qırmızı ilə ikinci yol deyim. Ya da ki, buradan aydın ki, bu median pitonuzun yarısı. Ona görə hərəsi 18 düşür. Yəni, hündürlük 18 olur. X də bərabərdir 18 kökdə 2-yə bu şəkildə. Sonra deməli 39 saatda metrik münasibətə görə 8-in kvadratı bərabər olur. X-in nədir? 16-ya hasili. X ilə bərabərdir 64-ü bölürsün 16-ya. Cavab elədir 4. 41-in sualı isə 41-in sualı. Düzbucaqlı üçbucaq verilmişdir. Bəli, düzbucaqlı üçbucaq verilmişdir. B, C olsun A. C təpəsinə hündürlük çəkiblər. Belə. Bir də ki, D-dən aşağıya bir dənə hündürlük çəkmişlər. Bir də B-siyə bir dənə hündürlük çəkiblər. Buradan bəli, görürsünüz nədir? Kifayət qədər düzbucaqlı üçbucaq yarandı. D-dən M-ya qədər 2-dir. Bu 2-dir. Sonra D-N də 4-dür. Deməli, aşağısı 4-dür. Bizdən soruşur A-siyəni. Mən A-yimi tapım. Bu ştrixlədiyim üçbucağa görə bu da düzbucaqlı üçbucaqdır. Deməli, buradan 2-nin kvadratı bərabər 4-ün x-ə hasili. X elədi 1. Deməli, AC də bərabər həmin 4-dən x-in, yəni 1-in cəminə cavab elədi 5. Sonra 43-cü tapşırıqda düzbucaqlı üçbucağın bucaqları 4 bölünsün 5 nisbətlidir. Yəni, bu aydın ki, cəmi 90 deyil, 40 və 50-dir. Yəni. 40 və 50. Burada medianla hündürlük arası qalan bucağı tap deyəndə o zaman biz nədir? 50-dən 40 çıxırıq. Bu bərabərlədir 10. Sonra 45-ci tapşırıq. 45-ci tapşırıqda deməli düzbucaqlı üçbucaq verilmişdi. A, C, B düzbucaqlı üçbucaqda C təpəsində də hündürlük çəkilmişdi. Belə. A-dan C-yə qədər deməli 5-dir, B-dən C-yə qədər 2-dir. Bizdən deməli soruşur BD-nin AD-yə nisbəti. Bəli, biz də bilirik ki, BD-nin AD-yə nisbəti bərabər 2-nin kvadratının 5-in kvadratı nisbəti. O da bərabər 4 bölünsün nədir? 25 olacaqdır. İzah isə metrikaya görədir. Çünki nədir? Burada BC-nin, baxın, BC-nin kvadratı BD vurulsun BA-dır. Burada şey nədir? AC-nin kvadratı isə AD vurulsun nədir? AB-dir. Bunları tərəf-tərəf bölsəniz, buradan həmən AB-lər ixtisar gedir. Həmən düstur reallaşır. Yəni BD bölünsün AD bərabər olur BC-nin kvadratı bölünsün AC-nin kvadratı. Bu da oldu isbatı. 47-ci tapşırıq. Düzbucaqlı üçbucaq verilmişdim. Düzbucaqlı üçbucaqda düzbucaqlı üçbucağın düzbucağın təmbərini aydın 45-45.
İti bucağın tənbələni, bir dənə iti bucaq çəkək. Bunların tənbələni 70 dərəcə bucaqda kəsir. Şərtə görə budur. Sonra bu üç bucağın, yəni düz bucağın kiçik iti bucağını tapın. Demək 70 isə qonşu 110. 110 ilə 45 deməli 155-dir. Ona görə alp 25 düşür. Yuxarıdakı da alpadır, tənbələndə 25. Demək böyük bucaq ilə də 50, kiçik bucaq da nədir? 40 dərəcədir. Bizdən kiçik soruşur, cavab 40 dərəcə. Sonra 49-cu tapşırıqda düz bucaqlı 3 bucaq verilmişdi. A, C, B. Buradan C təpəsindən hündürü çəkilmişdi. Yuxarı 60 dərəcədir. Demək AC'si 10'dur. Bizdən soruşur BD'nin. Yenə baxın 30 dərəcə yazdım. 30'un qabağı AD 5 oldu. B də 30 dərəcə olduğuna görə 30'un qabağı 10'sa AB ilə də 20. İkisinin payına düşür nədir? 15 dərəcə. 51'in sualı baxa. 51'in sualı. 51'in sualı deməli AB. Deməli belə bir xətt çəkilibdir. Bunlar perpendikulyardır. Deməli AB, bu da 7, aşağı C, D. Deməli CD bərabər 2AB-yə, CD deyiləsi ki 2AB-dir. Deməli, buradan deməli CD 2AB, yuxarı x yazıram. Aşağı olsun 2x. Buradan şübhəsi ki oxşuyur. Oxşuyur çünki bucaqlar görsə 2 bucaq yenidir. Ona görə oxşuyur. Oxşuyursa demək tərəflər nisbəti 2-dir. Burada yəni x 2x olduğuna görə tərəflər nisbəti 2-dir. BC 9 olduğuna görə BC. Ona görə 1 nisbəti 2 olmalıdır. 3 6. 3 6 AD 15 isə birinə 5 düşür, birinə 10 düşür bu şəkildə. Və CD-ni istəyir. CD də aydın 2x-dir. Yəni CD 10'un kvadratı çıxılsın 6'nın kvadratı. Bu da bərabər 8'ə ya da ki A'dan BC'yə paralel xətt çəkirsiniz. Şu bucağı tamamlayırsınız. İkinci yolunu yazırsınız. Sonra baxaq. Deməli 53-cü suala baxaq. 53. Deməli 3 bucaq vermişdi. ABC 3 bucağı. Belə. AC, B 3 bucağı vermişdi. Şərtə görə MNY bunların orta nöqtələridir. MNY bizdə bir 3 bucağın tərəflərin ortasını birləşdirəndə özünü oxşar üçbucağına gəlir. Demək burada Y 90 dərəcəsə, onda aydın ki nədir? C də nədir? 90 dərəcə olacaqdır. Sonra A 30 dərəcəsə, şübhəsiz qabaqdakı balaca üçbucaqda 30 dərəcədir. Bu da 60'dır. Beləcə yaza bilərsin. İndi şərtə görə bu 30'un qabağı bizə verilir M-in, bir də nəyə verilir? M-in üstə gəlsin B-si 12'dir. Və tapmaq lazımdır AC-nin. AC. Necə başlayırıq? Ümumiyyətlə 30'un qabağına başlayırız hərəkətə. Balaca üçbucaqdan başlayalım. 30'un qabağına x yazıram. Onda nədir? 60'ın qabağı x götürüşdür. Yenə də 90'ın qabağı 2x-dir. Bunlar hamısı orta xətt yəni. Yenə x-sə, m-yə x-sə, qabaqdakı b-si, b-si oldu 2x. B-si 2x-dir. Sonra 60'ın qabağı x götürüşsə, AC-si oldu x götürüş. Bu şəkildə. Sonra AB oldu nədir? 4x lazımsa təbii 4x. Bizdə demək M-in 2x-dir, BC 2x-dir, cəmsi 12-dir, 4x 12-dir, x 3-dür. AC də x götürüşdür. X 3 tapsan, cavab elədir 3 götürüş. Sonra 55-ci sualda şəkil var. Deməli burada BD-nin AD-yə nisbəti qaydaya görə 4'ün kvadratının nədir? 5'in kvadratının nisbətidir. Cavab elədir 16/25. Yenə deyirəm niyə? İzah. Çünki 4'ün kvadratı BD vur BA-dır. 5'in kvadratı AD vur AB-dir. Bunları alt-alta yazıb ixtisar eləsəniz düstur alınır 56. Deməli ABC 3 bucağı vermişdi. ABC 3 bucağı vermişdi. Şərtə görə bu ABC bilmir hansıdır. Ancaq A bucağı 60'dır. Bir də yuxarıdan bir hündürü çəkiblər. Bu N. Bu A ucu tənbələndi. Ayım. 60 da hərəsən düşür 30-30. Kəşməsini D verirlər. Buraya yazın bir 60. Yuxarısı olsun 30. Şərt oxumamış bunlar qeyliyə. Ayın NC-yə bərabərdir. Ayın NC-yə bərabərdir. Yuxarıdan gələn tənbələn fikir verirsiniz eyni zamanda mediandır. Ona görə üçbucağı oldu bərabər yanı, hətta bərabər tərəfli. Niyə? Çünki baxın da A 60'da, C də 60'dır, B də 60'dır, yəni 30-30 və s. Bizə verilir DN, qırmızı ilə göstərək. DN 5/3
bölünsün 3. Bəli, bu 30'un qabağı belədirsə, 60'ın qabağı da bunu kötüçmüsünüz. Yəni ayın tapmaq üçün həmən DN-i vursunuz kötüçə. Yəni 5 köydə 3 bölünsün 3'ü kötüçə vuranda 5'ir. Oldu 5. Bizden soruşur x'i, bu da aydın ki nədir? 30'un qabağına duran katet pitonuzun yarısıdır. Sonra 57 onun oxşarıdır. 58 sual. Deməli düz bucaqlı üç bucaq vermişdi. Düz bucaqlı bucaq vermişdi. Bu olsun deməli A, C, B. Bu da olsun deməli D. BC deməli şərtə görə 10'dur. D'dən C'yə deməli 6'dır. Pifagora görə bol 8. Bizdən AC'ni soruşur. Mən də nədir? Gedim nədir? AD'ni tapım da. Metrikə görə 6'nın kvadratı y vursun 8'i. 36'ın da 8'i bölündə 4/5 verir. Pifagor teoremi göre x bərabərdir 6'nın kvadratı üstəki y-in kvadratı. Bəli, bu da bərabər nədir? Nədir? 7/5 olacaqdır. 60'ın sual ABC üçbucağı vermişdi. Hər hansı bir ABC üçbucağı çekirsiniz. ABC üçbucağı vermişdi. ABC üçbucağında deməli BE mediandır. Birdən bir dənə BM. Bu median, yəni qarşı tərəfi yarıya böldüm. Sonra B medianına AT təmbələn çəkmişdim. Demək AT təmbələndi. Baxın AT təmbələndi, yəni bucağı yarıya bölür. Və eyni zaman perpendikulardır. Baxın burada uca dayan. Baxın fikir verirseniz həmən bu qırmızı ilə göstərim. Bu kəşməsini bir o verək. Bax bu üç bucaqda ştrixləyəcəm üç bucağa baxın. Burada görürsünüz ki AO həm perpendikulardır, həm də eyni zamanda nədir? Təmbələndir. Bu proses yəni bərabər yəni üç bucağa məxsusdur. O ki AM eyni zamanda olacaq nədir? AB. AM eyni zamanda oldu AB'yə. Bu getdi. Niyə? Çünki nədir? Bərabər yəni olmalıdır. AB sən demə eyni zamanda AM imiş. Və eyni zamanda şübhəsiz ki bu mediandır, təbii mediandır. Bu da şərtdə bunu veriblər PM nədir bizdə PM hansıdır? Buna kəşməsi deyəsən P-dir. Olsun P. Hə, demək PM bizdə deməli 8-sə, demək yuxarısı oldu 8 və salam. 8. Sonra deməli A-da 60-sa bu olsun deməli 30 dərəcə, hər isə 30. 30'un qabağı 8-sə onda AM ilə də 16. Deməli MC ilə də 16. Bir dənə mən bu BMC-ni təzən çəkim. BMC bax. BMC. BMC. Bu BM 16 idi. Aşağısı 16'dır. Bu da şübhəsiz ki bu bucaq var ha. Bu da 120 dərəcə oldu. Bu oldu 120 dərəcə. Niyə? Çünki həmin o 120 dediyim 30'dan 90'ın cəmidir çünki. Xaric bucaqdır. 120'nin qabağını soruşur. Yəni bu BC-nin. Bu da aydın ki 16, 16, 16 kötü. Bu xassəni də biz bilirik. Bəli ya da sinuslar və kosinuslar teoreminə görə yaza bilərik. Sonra 61'in sualda mərkəzləri deməli düz bucaqlı üç bucaq vermişdi. Baxın, düz bucaqlı üç bucaq vermişdi benim. Sonra mərkəzlərə düz bucaq üçün iki bucaq təpəsində olan iki çevrənin kəşmə nöqtələrin biri düz bucaq təpəsindən keçir. Deməli burada deməli biz nədir? 2 dənə çevrə çəkək. Bunların deməli düz bucaq mərkəz iki bucaq təpələrində olmalıdır və düz bucaq təpəsinə nədir? Keçməlidirlər. Belə dedik. Digərini çəkirəm. Bu da belə olsun. Bax belə. Aha, indi göstərək nə idi? Verilənlər ha nə idi? Katetlər vermişdilər. 15 və 20. Ona görə pitonuz oldu nədir? Bizdə nədir? 25. Aydın. Və bunu birləşdirsək, baxın. Bu da oldu şübhəsiz ki 90 dərəcə. Bəli. Bunlar şübhəsiz ki bir-birinə bərabərdir. Bəli, bu da 15'dir. Görürsünüz. Bizdən soruşur çevrələnən kəşmə nöqtələri olsun M-in. Bunlar arası məsafəni soruşur. Bax bu gördüyünüz x düz bucaq uçaqda hündürlükdür. O x-lərin hər biri katetlərin hasilini pitonuza nisbətidir. Katetlər 15 vursun 20, pitonuzda oldu 25. Yuxarı 300'dür, 300'də 25'i böləndə də 12. Bizdən də M-ni soruşur, bu da 2x-dir. Bu da bərabərdir 24'ə və sıra. Sonra 62 suala baxırıq. Düz xət çəkdik. Düz xətdən 6 cm məsafədə. Bu məsafə oldu 6. 2 dənə mail çəkmişdim. Şübhəsiz ki müstəvidə o maillər nədir? 2 dənə bərabər mail çəkə bilərik. 10, 10. Maillərin oturacaqlar arası məsafəni soruşur. Pifagora görə 8, 8 olduğuna görə bu məsafə elədir 16.
Sonra deməli 63 onu oxşarıdır. 64. 64. Düz xəttdən, bu düz xəttin məsafə 4. Aha. 2 bərabər mayə çəkmişdi. 2 dənə bərabər mayə çəkmişdi şərtə görə. Oturacaqlar arası məsafə deyir 6-dır, hərəsinə 3 düşür. Mayələrin uzunluqları da Pifagor teoreminə görə nədir? 5-ə bərabərdir. 65-ci sualda deyir sinus alfa bərabərdir 5 bölünsün kök altı 41. Biz də bilir ki sinus alfa qarşıdakı katetin pitonuna nisbətdir. Bura bir alfa yazdılar. Deməli A-sı onda 5 durur. C-si də şübhəsiz nədir? Kök altı 41-dir. 41-dən 25 çıxanda Pifagora görə 16 deyir. Ona görə B-si də bərabər nədir? 4-ə. Bizə yəni bu düzbucaq uçaqda şərtdə özü dedi. A kvadrat, B kvadrat, C kvadrat. 3A üstə gəlib B bölünsün 2A çıxılsın 2B-ni hesablayın. 3A yəni 3 vur 5 B yəni 4 2 vur A 2 vur 5 çıxılsın 2 vursun 4. Yuxarıda 15 üstə gəlib 4 ilə də 19. Aşağıda da 10-dan demək çıxdın 8 ilə 2. Cavab elədi 9-dan 10-da 5. 66 oxşarıdır. 67-ci misal. 67 deməli iti bucaqlı 3 bucaq vermişdim. Yəni bütün bucaqlar itidir. İki tərəfi 26 və 30-dur. Belə. Üçüncü tərəfə bir hündürlük dirçək. Yəni bu iti bucaqda daxirə düşür hündürlük. Kördə xaricə, düz bucaqda kadetlərin biri ilə üstə düşür. Bu 24-dür. Bu üç bucağın üçüncü tərəfini tapın. Yəni bu Pifagor teoreminə görə baxın, bunlar hissəsi də bax. Bu A və B. A aydındır ki, bərabərdir 26-nın kvadratı çıxılsın 24-ün kvadratı belədir 676 çıxılsın 576 o da bərabərdir 100-ə ilə də 10. B də bərabərdir 30-un kvadratı çıxılsın 24-ün kvadratı bu da 900 çıxılsın 576 o da deməli bərabərdir 324 bu da elədir 18. Demək, biri oldu 10, biri oldu 18. A ilə B-nin cəmi isə 10 ilə 18-in cəmidir. Cavab elədi 28. Sonra deməli 68 misala baxaq. 68. Deməli nə vermişdim? İki tərəfi biz 67 yazaq. Deməli üçbucaq vermişdim. İki tərəfi 13 və 15-dir. 15 sağdakı böyükdür. Üçüncü tərəfə çəkilmiş hündürlük. Bu hündürlüyü çəkəndən sonra aydın ki 15-in proyeksiyası daha çoxdur. Onun üçün proyeksiyası azdır. Böyük parça 9-dur proyeksiya. Bu deməli Pifagora görə 12-dir. Bu x də bərabər olacaqdır. Pifagora görə 5. Oturacağını soruşur, yəni üçüncü tərəfi. O da 5 ilə 9-un cəmidir. Cavab elədi 14. 69-cu misalda düzbucaqlı üçbucaq verilmişdi. Deməli 6 və 8 katetlərdir. Düzbucaq hipotenuzundan böyük orta xəttə. Böyük orta xəttə aydın deyildir. Hipotenuz 10-dur. Böyük orta xəttə yəni 5-dir. Bunu soruşmur. Məsafəni soruşur. Deməli bu aydın ki bu orta xətt bu hündürlükdə, medianı da hər bir şey yarı böləcəkdə, hər şey. Bəli, bu məsafəni soruşur x. Yəni x soruşur. Yəni bu üçbucaqdan elə bilin ki bu x soruşur. Bəli, x bizdə bu nədir? H-ın yarısı olacaqdır. H-ın nədir? Yarısı olacaq. H da bərabərdir A vur B bölü C. A vur B 6 vur 8 bölünsün 10 cavab 4,8. X də bərabər 4,8-in yarısı cavab elədi 2,4. Sonra 71-ci sual. Deməli düzbucaqlı üçbucaq verilmişdi. Bu olsun deməli B A 90-dır. Bu da olsun C. A təpəsinə hündürlük çəkilmişdilər. H. Deməli, burada mayələrin düz xətt üçün proyeksiyası 8 və 12-dir. Biri 8 olsun, biri 18-dir. A təpəsini çəkilmiş hündürlüyü soruşur. Geometrik münasibətə görə x bərabərdir. 8 vursun 18, 144-dür. Kök arasının cavab elədi 12. 73-cü sualda ABC üçbucağı vermişdi və bərabər yanlıdır. Belə AB bərabər nədir? AC-yə. Tangis alfa, tangis bilirsiniz ki düzbucaqlı üçbucaqda baş verir. Onun ki düzbucaqlı üçbucaq düzəltmək lazımdır. Tangis betanı soruşur. Burada hər təpədən çəkə bilərəm. Ancaq rahat olsun deyə mən C-dən çəkəcəm.
C'den çəkirəm. Aha, bu olsun. Tangents alfa qarşıdakı katetenin bitişik katetenin nisbətidir. Pifagora görə 5. Yanlar 5-5 olduğuna görə B'də 1. Bizdən tangents betanı soruşur. O da nədir? 3-ün 1-ə nisbətidir. Cavab elədi 3. 75-ci tapşırıqda deməli ABC düzbucaqlı, üçbucaqlı, bir də yox. ABC üçbucaq vermişdi. Bu da düzbucaqlı. D, B, D şərtə görə mənim. C'də bərabər 2AB-yə. AB x versəm, C'də olacaq nədir? 2x. Bu oldu nədir? 2x. Aha. Sonra BC'də 20-dir. BC'də 20 dərəcə olarsa və alfa, yəni A-nı tapmaq lazımdır. Biz bilik ki, düzbucaq təpəsini çəkmiş medianı pitonsun yarısı. Medianı pitonsun yarısı, üçbucaq düzbucaq bucaqdır. Bu oldu x8 median olduğuna görə, bu da x-dir. Bir dənə baxın siz, belə deyək də, BOC-yə. BOC deməli, BOC bərabər yanında yuxarıda 20 oldu. Xaric bucaqda 40-dır. Təzələm yəni x6, yəni AB, BO, AB, BO, ABO bərabər yanında alfanın payına da 40 dərəcə düşdü. Belə. Sonra 77-ci misala baxırsanız, 77 deməli düzbucaqlı üçbucaq vermişdim. Belə. Düzbucaqlı üçbucaq vermişdim. Bu olsun A, C 90 dərəcədir. Bu olsun B. Və buradan deməli A, D istənilən xətt çəkmişdim. Belə istənilən xətdir. Bir də D-dən bir dənə hündürü çəkmişdim. D, Y. Bu da olsun bizdə hündürü. Şərtə görə A, deməli AC 12-dir. Təbii AC 12. Sonra AC 12-dir. Bir də YB. YB nədir? 8-dir. YB 8-dir. Beləcə. Bir də ki, şərtdə deyəsən CD DY. CD də qarşı tərəf. CD DY bərabərdir. Aydın. Deməli, CD DY bərabərdir. Bu deməli 90 dərəcə. Bir dəqiqə. Bu da ucu AD burada nədir? Ortaqdır da. AD ortaqdır. Bu da 90 dərəcədir. Onda bu üçbucaq ACD bərabər olacaqdır. Üçbucaq nədir? ADY-yə. Niyə bərabər olacaq? Çünki AD ortaq deyil, pitonuzdur. Sonra CD ilə DY eynidir. Onda aydın ki, AC ilə AY də eyni olacaq. Bu oldu 12. Və ümumiyyətlə bu bucaqlar eynisə, təbii, onda aydın ki, yuxarıdakı bucaqlar da eynidir. Alfa. Bəli, bunlar eynidir. Belə yazdıq. Sonra deməli bunlar CD x-dir. Buradan DY də x-dir. Buradan BC, Pifagora görə BC bərabərdir. AB-nin, yəni 20-nin kvadratı çıxsın 12-nin kvadratı. Bu da 16. Ona ki, B-də dilədi, nədir? 16 minus x. Beləcə. Bizdən CD-ni, yəni x soruşur. İndi burada deməli, belə olsa, burada, bura kimi gəldik. Deməli, tənbəllərin xassəsinə görə, axı AD tənbəlləndi. Ona görə AC-nin deməli, CD-yə nisbəti bərabər olacaqdır AB-nin BD-yə nisbəti. Bu var. Deməli, ona görə 12-nin x-ə nisbəti bərabər olacaqdır 20-nin 16 minus nədir x-ə nisbəti. Beləcə. Sonra buradan deməli, o nisbəti hətta 20 ilə 12-nin x ailəsi daha yaxşı olardı. Yazıram deməli 4x ailəndə 3-ün deməli x-ə nisbəti bərabərdir 5-in 16 minus x-ə nisbəti. Tənasübə keçid versək 5x bərabərdir 48, çıxılsın 3x. Buradan 8x bərabər 48-ə, x də bərabərdir 6-ya, cavab elədik 6. Sonra burada 78 suallar, bunlar hamısı metrik münasibətlər. Bunlar asanlıqla yazmıram. Metrikan bilən bunları bilər. Sonra deməli, baxırıq. Deməli, baxaq, deməli, burada deməli 80-dir. Bunlar hamısı metrik münasibətlərdir. Bunlar rahatdır. Pifagor metrik münasibətlər və s. 82, 83, 84-dən başlayıram. 84. 84-də deməli, bir-birinə paralel. Burada belə A və B paralel. Deməli, yollardır. CD burada istənilən yerdədir. Mən ortada götürəm ki, rahat olsun. Xüsusi olaraq seçə bilərik. CD.
Deməli, burada C-nin düz xəttə nədir, simetriyası C1-dir, yəni bunlar bərabərdir. Sonra D-nin simetriyası da, məsələn, D1. Mən özüm ortada götürmüşəm, rahat olsun deyə. Ona görə bunlar nədir, bərabər oldu, belə bir şey. Bizə dediyi o 5 sm A və B avtomagistrallar arasındakı uzunluq 5 sm olan C-dən uzunluq, yəni ki, 5-ə bərabərdir şərtə görə. Bir də ki, nəyə verilir oradan? 6 kilometr avtomagistral arasındakı məsafədir. Bu uca 6-sı hərəsinə 3-3 düşəcəkdir. Özümüz yəni belə yazdıq da, yəni ortada götürəndə bu xəttlər eyni olacaq 3-3. Rahat olsun deyə. Ya da 2 isə 6 müzik və s. 3-3 olarsa, deməli qırmızını göstərək. Bizdən soruşur, deməli C1, D1 arasındakı məsafənin. C1, D1 arasındakı məsafə. Bunu. Deməli, bunu mən düzbucaqlı, üçbucaq tamamlasam, aşağısı 5 olacaqdır. Bunlar 3-3 olduğuna görə bu düzbucaq uçan böyük kateti oldu 12. Ona görə C1, D1 bərabərdir. 5-in kvadratı üstə yerə 12-nin kvadratı. Bu da oldu 17. Və salam. Xüsusi olaraq yəni ortada götürmüşəm. Bəli, 86-cı tapşırıqda deməli, belə bir üçbucaq verilmişdi. Deməli, şəkildə belə yarım çevrə. Bu da A, B, bu da deməli C-mun üzərindədir. Deməli, 90 dərəcədir. Bu da metrik münasibət olacaq yenə. Aha. Deməli, burada şərtdə öz deyir C 90 dərəcə. 90 şübhəsiz nədir? Yarım çevrədir. Çünki diametr söykənə bucaq düz bucaqdır. AK 45-dir. Sonra KB 5-dir. Bizdən soruşur X-i. X də bərabərdir 45-in 5-ə hasili. O da 225-dir. Cavab elədi 15. Bu da 15 oldu. Sonra 88-ci misala baxaq. 88-də yenə deməli yarım çevrə. Baxın. Olsun AC. Yenə burada belə üçbucaq verilmişdi. B 90 dərəcədir. 90 dərəcə olduğuna görə mən buna yarım çevrə dedim də, bəli. Çünki şərtdə yarım çevrə demir. Çünki diametr söykənə bucaq düz bucaqdır ona görə. Bir də yuxarıdan hündürlük çəkmişdi. Gəldi mərkəzə. Mərkəzi budur K. Bir də buradan ortasından xətt çəkilə. Bu da M-in. Aha, belə. Bunlar failicə görə bunları yarıya bölür. Demək, ayın deyir 30-dur. Ayın 30-da baxın, bu x, deməli yazıram x, 2x. Ayın 30-dur. Ayın 30-da məndə 33x-də. Buradan x bərabər oldu 10-a. Bəli, 10. Bizdən də soruşur BK-nı. BK deməli x tapdı 10. Bir də başqa nəsə verir bilirsən. NC də bərabərdir. Bir dəqiqə. NC üzü 10 idi, nə? Demək, NC 10'dur. Bir səhv oxudum deyəsən. Ayın 30'dur. Düz oxumuş bəli. Bəli, NC də deməli 10'dur. Bu zaten bu 10'u niyə versin ki? Bunun 10'su da biz tapışdıq da. Olsun. Bu 10'dur. Neysə. Bu 10'dur NC. Bu da 10'dur. Ona ehtiyac yoxdur yəni. Bu da deməli 20 oldu. Metrikaya görə bu yenə BK-nın kvadratı 20 ilə 20'nin hasildir. BK-ya da birinə h versək, h-ın kvadratı 20'nin 20'ye hasilidir. 400 h ilə bərabər nədir? 20'ye. O şərtin biri artıq idi benim. Sonra 90-cı misala baxaq. 90-cı misalı belə şəkil çəkilmişdir. Deməli AB olsun CD. Aha. A'dan B'ye deyir ki kök altında 6'dır. C'den D'ye isə nədir? 2 kök altında 6'ya bərabərdir. B'si də 3 kötü 3 olsun. B'sini qıratı qeyd edirəm 3 kötü 3. Və soruşur A və D'nin arasındakı məsafə. Dəyərlərimin oxşarlığını yazdım təbii. Bunun da oxşarlığını təbii yazma olar. İndi bunu biraz ayrı yola yazaq çünki bundan öncə yazmışdım. A və D nöqtə arasındakı ən qısa məsafə. Yuxarını bir uzatsaq, bu düzbucaqlı tamamlasaq, kötü 6 oldu. Demək, B isə yuxarıdakı nədir? AK-ya bərabərdir. 3 kötü 3. Bəli, 3 kötü 3. Yəni, Pifagor teoreminə görə biz buradan düzbucaqdan AD-ni tapa bilərik. AD bərabərdir həmin AK-nın kvadratı. Üstə yerə KD-nin kvadratı. AK 3 kötü 3'dür. Kvadratı 27. KD 3 kötü 6'dır. Kvadratı deməli 54. Demək, 92-ci misala baxaq. 92.
Deməli, burada bir dənə divar verilibdir. Divar. Belə bir şəkil düzəldirlər. Şəkil 1. Burada deməli bu nəsə belə bir blokdur. Bu da nərdivandır. A, B. Sonra burada C-dir. Bu da 1, 2, 3, 4, 5 dənə. Deməli, burada hissəyə bölünür. 1, 2, 3, 4, 5. 5 dənə hissəyə bölünürsə, 5 dənə nöqtə hissə var burada. Yəni, nədən adı? Paralel xəttlər deyirəm. Və hərəsinin də arası 3-dür. 3-dür. Yəni 5 dənə belə deyək, nöqtə götürmüşsə 6 dənə hissəyə bölünür. Onun gibi 18 bir başa yazma var. İkinci şəkildə isə yenə bu divar olsun. Sonra belə bir, yenə də blok. Burada 4 dənə hissə, 1, 2, fərzən ki 4 dənə nöqtə götürülər. Deməli 5 dənə hissəyə bölünür. Birbaşa 15 yazmaq olar. Bunda uzunluğu olsa 15, yenə həmən deməli. Burada sadəcə deyir ki, AB, bu şəkildə biraz bildirim. Şərtdədir ki, AB daha yaxındır, yəni. Burada bu xətt divara daha yaxındır. Onun ki, şəkildə belə çəkim bunu biraz. Biraz bəri gəlsin, abi. Bu AB daha yaxındır. Yaxınsa, deməli, AC-yə nisbətdə şərtə görə, yəni 3 cm yaxındır. Ona görə də soldakı, yəni AC x+3 olacaqdır. Burada da aydın ki, AB-lər nədir? Ortaqdır da. Düzbucaqlı uşaqlar baxsanız. Bir AB-nin kvadratı hər iki halda. Birində x-in kvadratı üstə gəlsin 18-in kvadratı. Sağdakında isə x üstə gəlsin 3-ün kvadratı. Üstə gəlsin 15-in kvadratı. Bəli, buradan deməli AB-yə görə bunlar bərabərləşir. Alıram x-in kvadratı, sağdakı yazaram. Üstə gələ 6, üstə gələ 9. Üstə gələ 225. Bərabər soldakı x kvadrat üstə gələ 324-də. X kvadrat getdi. 6x üstə gəlsin. Demək 200 deməli 31 bərabər 324-ə. Buradan 6x bərabərdir deməli çıxdıq elədi 90, x də bərabərdir 15. Bizdən soruşur, elə AB-ni soruşurdu. AB də bərabərdir. Deməli AB-nin kvadratı, yəni 15-in kvadratı üstə gəlsin 18-in kvadratı. Bu da 225 üstə gəlsin 324. O da 500 deməli 49. 549'a bərabərdir. Buradan da AB bərabərdir. Kök altı 549. O da deməli 9'a bölünür. Bunda yazıram 9 vurursun. 61. Elə mi? Bəli. O da bərabərdir. 3 kök altında 61. Bəli. 93'ün suala baxaq. 93. Deməli ABC üçbucağı vermişdi. ABC və ABC 20'dir. Bir də buradan deməli bir dənə Y nöqtəsi götürürlər ortadan. B'yi bərabər Y'si. Bir də həmən bunlar hamısı bərabərdir. Eyni zamanda nədir? DY-yə. Bax beləcə. Və bu da 5'dir. Bu da 16'dır. İstəyir bizdən BC. BC nəyə bərabərdir? Deməli biz bilir ki, şahidlər düzbucaq bucaqda düzbucaq təpəsini çəkmiş median beton nəyədir? Yarısının. Bəli, aydın ki, bunu mən birləşdirsəm, demək bu proses düzbucaqlı bucağa məxsusdur. Çünki burada DY görürsünüz ki, BC-nin yarısıdır. Onun gibi oldu 90 dərəcə. Pifagor teoreminə görə soldakı elədi 12. BC də bərabərdir 12 və 5'ə görə cavab elədi 13. Yəni 12'nin kvadratı üstə gələ 5'in kvadratı yazaq. BC bərabərdir 12'nin kvadratı üstə gələ 5'in kvadratı 169 cavab elədi 13. Növbəti mövzu. Deməli burada isə 35 dənə sual var. Axırıncı mövzudur. Sinüslər teoremi, kosinüslər teoremi. Deməli səhifə 160'dır. Səhifə 160. Birdən 35'ə. Birinci sual deməli üçbucaq verilmişdi. ABC üçbucağında CAB. Yuxarısı C 30 dərəcədir, BC 45 dərəcədir. AB 4 kök altında 2'ye bərabər olsun. AC'ni tap, yəni x. Sinüs teoremine görə x bölünsün sinüs 45 bərabər 4 kök altında 2 bölünsün sinüs 30. Sinüs 32 1'də sağ elədi 8 kök 2. X də bərabər 8 kök 2'ni vurasın sinüs 45'e, yəni kök 2 bölü 2'yə cavab elədi 8. Sonra ikinci tapşırıqda demək kosinüslər teoremidir. Baxın ABC üçbucağı vermişdi.
BC tərəfi deyir 5-dir. AC tərəfi 6-dır. AB də 8-dir. A bucağının kosinus istəyir. Biz də bilik ki 5-in kvadratı bərabərdir 8-in kvadratı üstə gedir 6-nın kvadratı. Çıxılsın 2 vur 8 vur 6 kosinus nədir? Alfa. Buradan kosinus alfa bərabərdir 8-in kvadratını 6-nın kvadratı ilə 100. 100-dən çıxdım 25-i böldüm. 2 dəfə 8 16 96-ya. Bu da elədir 96-da deməli içəridir 75. Bu da 3 ixtisariyəndə 32-də 25. Sonra məsələn 3-cü sualda yenə kosinus teoremi də eynidir. Deyəcəm 4-cü də eynidir. Yəni bunlar eynidir. 4-cü sual. Məsələn yenə ABC 3 bucağı verilmişdi. Bunlar sadədir. C 60 dərəcədir. B 45 dərəcədir. AC'si kök altında 6'ya bərabərdir. AB'ni tapın. Yəni sinüs teoremi. X bölünsün. Sinüs 60 bərabərdir. Kökdə 6 bölünsün. Sinüs 45. Bəli, burada nədir? X tapırsınız. Burada tabaqda X vursun sinüs 45, yəni kök 2 bölü 2. Bərabər kökdə 6 vursun sinüs 60, yəni kökdə 3 bölü 2. 2'lər 7. X'in kök 2 hansıdır? Kökdə 18'dir. X də bərabər kökdə 9'a cavab elədi 3. Yəni 6 yenə sinüs teoremi. Yəni yazıram, şəkil çevirəm. AC parçasını soruşur. AC parçasını, yəni sinüs 45'ə nisbəti bərabər kök 2'nin C bucaqda deməli buradan 100 C də 30 dərəcədir. Sinüs 30'a nisbəti. Sağ 2 kök 2'dir. AC'nin tabanda 2 kök altında 2'ni vururuq. Cavab elədi 2. Sonra 9-cu tapşırıq. Deməli 7 ilə 8 yenə də kosinus teoremində yazmalım. 9-cu tapşırıq. Deməli üçbucaq verilmişdi. Bərabər yəni üçbucaqda A, B, C. Yanlar oldu 6, 6. Bu da oldu 2. Bizdən sinüs betanı soruşur. B. Burada məsələn üçbucağın sahələrini eyniləşdirə bilərəm. Bu üçbucağın sahəsi bir tərəfdən 2'də 1. Düzdür, mən burada kosinus teoremi və ya sonra sinüs tapıram. Bu biraz trigonometriya girir. 2'də 1 6, 6 sinüs beta. Bərabər Heyron düsturu. Heyronda aydın ki üçbucağın perimetri bərabərdir. Bunların yarım perimetri yazaq. Perimetri burada 14'dür. Yarım perimetri kök altda yəni bu düstur necədir? P vurulsun, P minus A birbaşa yazıram. 14'ün yarısı 7. 7 çıx 6, 7 çıx 6, 7 çıx 2 5. Buradan da sinüs beta bərabər olacaq kök altında 35 bölünsün. Neçədir bu? 18. Sonra 10-cu misal yenə buradan deməli 10-cu misaldır bunu oxşarıdır. Benim 11-ci sual. Oturacaq 18'dir. Dedim burada oturacaq 18. Təpə bucağı 120'dir. Yanlar istəyir. Düz bu sinüs teoremindən biz 18 bölü kökdə 3'ə. Ancaq sinüs teoremi yazaq. Deməli x'in sinüs 30'a nisbəti bərabər 18'in sinüs 120'yə nisbəti. Buradan x də bərabərdir 6 kök altında 3'ə. Sonra 13-cü suala baxırıq. 13. Deməli üçbucaq verilmişdi. Belə A, C, B, D. Aha belə. Deməli ABC C'dir şərtə görə. Sonra C deyir alfadır. Sonra CB'də xarici bucağı C'dən də 2 dəfə böyüdür. Opşum olsun 2 alfa. Onda A deyir alfa. Üçbucaq oldu nədir? Bərabər yanında. Onda aydın ki BA BC'yə bərabərdir. Bu oldu C. Bizdən soruşur AC'nin. Bu da olsun pi çıx 2 alfa. 180 çıxılsın 2 alfa. AC'nin soruşur. AC. Yenə AC sinüs teoreminə görə yazıram. Bir dəqiqə sinüs teoreminə yazsam olsun. AC'nin sinus 180 çıx 2 alfaya nisbətin bərabər C'nin sinüs alfaya nisbəti. Oradan deməli AC bölünsün sinüs 2 alfa bərabərdir C bölü sinüs alfaya. AC'ni tapanda da C bölünsün sinüs alfa vuraq sinüs 2 alfa. Sinüs 2 alfanın yerinə də 2 sinüs alfa kosinüs alfa yazılar. Düsturdu. Sinüslər getdi. Cavab elədi 2 kosinüs alfa bir də vur C. Yəni 2C kosinüs alfa. 2C kosinüs alfa. Sonra 15-ci sual. Deməli üçbucaq verilmişdi. Tərəflər 2'dir. 3'dür, 4'dür. Kiçik bucağın ise kiçik bucaqda kiçik tərəfin qarşısında dayanır. Yəni 2'nin kvadratı bərabərdir.
3'ün kvadratı üstə yerə 4'ün kvadratı çıxılsın, 2 vursun, 3 vur, 4 vur kosinüs alfa. Buradan hesaplayırsınız, kosinüs alfanı tapırsınız. O da 8 deyildi. Sonra yenə də 17. Yeni şeyler lazım. 17'nin sual. Deməli, üçbucaq vermişdi. Deməli, A, deməli 9'du. Buraya A yazdılar 9. Sonra C yazdılar 9 kök 2. Sonra gamman deyir tab. Bir de alfa yazdılar 45. Yəni sinüs teoremi görə deməli biz yazırıq ki 9 kök 2'nin sinüs gammaya nisbəti bərabər 9'un sinüs 45'e nisbəti. Buradan 9 vur sinüs gamma bərabər 9 kök 2 vur sinüs 45. Sinüs 45. Buradan ixtisar getdi. Sinüs gamma 1'dir. Gamma da bərabərdir 90 dərəcəyə. Üçbucaq, düzbucaqlı üçbucaqymış. Sonra 19 sual, 18 oxşardı. 19 sual. Deməli, belə bir düzbucaqlı üçbucaq veriblər. Bu olsun A, B, C. 90 dərəcə. Bir də yuxarıdan ADY bərabər tərəf üçbucaq çəkiblər. ADY. Bu olsun bərabər. F-də nədir? Kəsir. Sonra deməli, şərtə görə D-dən F-ə bərabər F-dən Y-yə. A. Demək, bu oldu artıq nə deyim? 4, 4. Bu mediansa demək eyni zamanda baxıb bərabər tərəfli deyim. Bu eyni zamanda tənbiləndi. 30, 30 və s. Artı tərəflər aydın oldu. 8, 8. Hətta bu da olsun nə deyim? 4 kök 6, 3. Belə. Sonra bir də yazdılar ki AF bərabər FB-yə. Hə, onda yuxarısı oldu 4 kök 3. İstəyir bizdən BC-ni. Yenə Pifagor teoremi görə BC 8 kök 3'ün kvadratı çıxılsın 8'in kvadratı biri deyə. Ya da burada 30 xassəsindən istifadə edelim olardı. Boş ver. Bu da bərabər olacaqdı. Deməli, düz mü yazdım bunu? Bu 30 xassəsi mən istifadə edirəm ki. Bu 30'un qabağında duran katet bu 8 kök 3'ün yarısı mənim. Cavab nədir? 4 kök 3. Yəqin oldu 48. Bu da həmən oldu 4 kök 3. Yəni buna ehtiyac yoxdur yəni bəlkə. Sonra 20 sual. A, C, B verilmişti. 10'du, 15'di. Sonra sinüs alfanın sinüs beta'ya nisbəti. Bu alfa olsun, bu da beta. 15'in bilirsiniz ki sinüs alfaya nisbəti bərabərdir 10'un sinüs beta'ya nisbəti. Teoremə tənasübünə görə sinüs alfanın sinüs beta'ya nisbəti bərabər 15'in tersini yazmadıq ki. Hə, olsun. 15'in 10'a nisbəti. Bu da 5 sayılı 2'də 3. Bizdən də tərsini soruşur, ona görə cavab elədik 3'də 2. 21-ci misala baxırsınız. ABC üçbucağı verilibdir. Deməli, ABC üçbucağında B və C bucağının tənbələnləri K nöqtəsini kəsir. B və C bucağının tənbələnləri hər hansı bir K nöqtəsini kəsir. Bunlar tənbələndi belə. Aha. Buradan BK-sı şərtə görə 12'dir. BK-sı 12 bərabərdir. CK-sı da olsun nədir? 5. Yəni biz bilirik ki, bucaq K bu tənbələrin kəşməsində olan K var. 90 üstə gəlsə A bölünsün 2'dir. 90 üstə gəlsə bucaq A bölür 2. Bu da bilirsiniz ki 90'ı bölür də. Yəni mən bura bir dənə alfa yazsam, demək bu alfa şu 90'ın böyük oldu. Oldu kör bucaq. Kör bucaqlıya görə də biz xassəyə bilirik ki x kiçikdir A-nın B-nin cəmindən. Böyükdür kök altında A kvadrat üstə gəlsin B kvadratı. Deməli sağ tərəf oldu x kiçikdir, bunların cəmi 17. Sol tərəfdə kök altı kvadratlar cəmi yazaq 12'nin kvadratı üstə yerə 5'in kvadratı, yəni 13 kiçikdir x-dən, kiçikdir 17 və salam. Soruşur ən kiçik natural, o da nədir? Minimum kiçik natural, o da 14. Sonra növbəti, deməli 22 sual. Bundan hər ikisi yeni sualdır. ABC üçbucağı vermişdin. ABC. Bu olsun ABC. Bu da məsələn B, D çəkiblər. İşarətə görə bunlar 5'lər. Hər ikisindən 5'dir və üçbucaq bərabər yandı. DC də 4'dür. Yenə bir qırmızını yazıram. Soruşur deməli BC parçasını, yəni x-in ala biləcəyi ən kiçik natural qiymət tap.
Yenə aydındır ki, məsələn bu bucağı göstərək. Görün bunda bir kordur. Düz şərtdə kor oxşur prosta isbatla. Deməli baxın bura yazıram alfa alfa. Bu yuxarıda olsun belə deyək beta. İndi aydın ki bu alfa alfa kör olmaz da. Kör olsa təbii bu bucaq nədir? Bərabər olmaz. Nədir? 90 dərəcədən kiçik olmadıq alfa. İkisi kör olsa üç bucaq toplayanda 28'den çox olur. Bu da oldu gamma. Gamma aydın ki alfa itidirsə, gamma yenə oldu kör. Yəni 90 dərəcədən böyük. Yenə də BDS üçbucağına görə x kiçik olacaqdır 5 ilə 4-ün cəmindən. Böyük olacaq 5-in kvadratı üstə gərək 4-ün kvadratına. Deməli kök altda 41 ilə də 25 16. Kiçikdir x-dən, kiçik 90. 41-dən də yenə ən kiçiyini soruşur. X-in ən kiçik natural qiyməti. 41-dən aydın ki 6 tam nə qədər çıxır? Ona görə cavab nədir? 7-dir. Sonra növbəti misal. Növbəti misal 23-cü sual. Deməli üçbucaq vermişdim. ABC üçbucağıdır. ABC. B 120 dərəcədir. AB 6'dır. BC 10'dur. AC'ni yenə tapmaq lazımdır. Kosinusda teorem görə x'in kvadratı. 6'nın kvadratı üstə gəlsin 10'un kvadratı çıxılsın 2 vur 6 vur 10. Bırak kosinus 120. Kosinus 120 mənfi 1 verir. Yerini yazanda deməli 36 üstə gəlsin 100. Bir də 2 ilə 2'də 1 getdi. Bir də üstə geri oldu. 60. O da 196 deyir. X də bərabərdir 14'ə. Sonra 25-ci sual. Deməli tərəfləri ABC olan üçbucaq vermişdim. ABC. A'nı buradan yazıram. BC. Bu da olsun. Deməli A tərəfi qarşısındakı bucağı soruşur. Biz bir-iki kosinusda teorem görə A kvadrat bərabərdir B kvadrat. Üstə gərək C kvadrat. Çıxılsın 2BC kosinus alfaya. Bu kosinusda teorem görə. Şərtdə də deyir ki, bu bərabərdir B kvadrat. Üstə gərək C kvadrat. Üstə gərək kök altda 3BC. Aha. Bunları eyniləşdirsək, eyni daxil. Orada B'lər, C'lər gedir. Sonra təzələn qalır mənfi 2BC. Kosinus alfa bərabər kök altda 3 vur BC-yə. BC-lər gedir. Kosinus alfa bərabər mənfi kökdə 3 bölünsün 2-yə. Alfa bərabərdir. Kosinus kökdə 3 bölünsün 2 30 alır. Mənfisində 180 çıxsın 30 alır. Cavab 150 dərəcə. 27-ci sual. Deyir ki, üçbucaq vermişdin. Yəni, bu düzdür, düzbucaq sual məxsusdur. Yəni, birbaşa məsələn 60'ın qabağı 10 kökdə 3-sə, 30'ın qabağı 10'dur, hipotenuz 20-dir. İndi isbat ilə. Deməli, 60'ın qabağı 10 kökdə 3-dür. Üçbucağın ən böyük tərəfinin qiymətini soruşur. Sinusda teoremi görə x bölünsün sinus alfa bərabər 10 kökdə 3 bölünsün sinus 60. Bu da 20. X də bərabər 20 sinus alfaya. Sinus alfanın ən böyük qiyməti 1'dir. Bu da kiçik bərabər 20. Maksimal 20. Yenə 29 sual. Yenə bayaqdan yazılıb. Nə oxşar? 5, 12 alfa. Biz bilir ki, x kiçikdir bunların cəmindən. Böyükdür kök altında bunların kvadratları cəmindən. Demək, x 13 ilə 17'nin arasındadır. Naturallar 14'dür, 15'dir, 16'dır. Deməli, 31'in suala baxaq. 31. İti bucaqlı bucaq vermişdim. Demək, iti bucaqda iti bucaqların qarşısı, məsələn, içində də oturacaqlar iti olsun, qarşılar 9 və 5'dir. Onda aydın ki, şərtdə deyir ki, yuxarısı məsələn kördür. Burada x ala biləcəyi natural qiymətlərin kiçiyin və böyüyün cəmi soruşur. X kiçikdir 9-dan 5'in cəmindən, böyükdür kök altında bunların kvadratlar cəmindən. Bu da kök altda 106, kiçikdir x-dən, kiçikdir 14'dən. Bunu ala biləcəyi qiymətlər x-in deməli 11'dir, 12'dir, 13'dür. Ən kiçiyi ilə ən böyüyün cəmi soruşur. Cavab 24. Digər həmçinin 30-cu sual. Deməli, ABC üçbucağı vermişdim. Deməli, ABC üçbucağı vermişdim. Bu da deməli perpendikulyardır. Belə. Sonra BY bərabər YC şərtə görə. AD elədi 12. CD'si eləsin 5. Sonra ACB'de bu da olsun nədir? Alfa 45 dərəcədən böyük. Bu da olsun 45 dərəcədən böyük. AB'nin ən kiçik tam qiymətini tap deyir. Deməli, bunu mən birləşdirsəm belə.
Aha, bu deməli birləşdirsək nə məna verəcək? Hətta bu hündürü eyni zamanda bax fikirsin, bu hündürü eyni zamanda qırmızını göstərirəm. Birləşdirəndə bu hündürü eyni zamanda axı niyə mediandır? Deməli bu üçbucaq bərabər yanı. Bu da oldu 5. Bax belə. Sonra təzədən deməli bizdən AB-ni yenə soruşur. Böyle. Demək bu onda bu yuxarısı ilədir alfa. Bəli, yuxarısı da alfa ilədir. Bəli. Bu onda bu körbucaq oldu 2 alfa. Təbii. Alfa da 45-dən çoxsa 2 alfa da 90-dan çoxdur. Yeni gəl bu xassiyə. Yenə onda x kiçikdir. Həmən 5-lə 12-nin cəmindən böyük olacaq. 5-in kvadratı üstə yerə 12 kvadratdan. Demək 17 kiçikdir x-dən 13. 13 kiçikdir x-dən kiçikdir 17-dən. X ala biləcəyi AB-nin ən kiçik tam qiymətini soruşur. O da bərabərdir 14-ə. Bax belə. Biləcək burada 2 alfa dediyim A, D, B. O B ilə C-nin cəmi idi. Alfa da 45-dən çoxsa cəmi də 90-dan çoxdur. Bu da bir məntiq idi. 34-cü sual. Deməli, birinci sual deyir ki, A üçbucaq verilmişdi. Hər hansı bir üçbucaqdır. A, B, C. Deməli, burada deyəsən bu düzbucaqlı üçbucaq olur şərtə görə. Baxın, 34-də deyir ki, burada məsələn tərəflərin biri 3-dür, 5-dir, 4-dür. Deməli, bu oldu düzbucaqlı üçbucaq. Ən yekəsi ilə AB eləsin. AB-si 5-dir. Sonra belə BC-si də olsun 4. Bu da oldu 3. Buna uyğun deməli birincə uyğun gəldi. Sinus alfa bərabərdir 4-ün 5-ə nisbəti, yəni bucaq şərtə görə bərabər yanlış bucaqdır. Burada deməli BC 4-dür, AC 4-dür. Deməli C-ni yuxarıdan yazıram. AC 4-dür, BC 4-dür, bu da 5-dir. Burada ən böyük bucaq aydın ki 5-in qabağıdır. Burada 5-in kvadratı kosinus teoremə görə 4-ün kvadratı üstə gəlsin. 4-ün kvadratı çıxılsın 2 vur, 4 vur, 4 vur kosinus alfadır. Buradan da kosinus alfanı tapırsınız. Kosinus alfa bərabərdir. Deməli 32 çıxılsın 25 bölünsün. Deməli bir də 32. Bu da bərabər oldu. 32-də nədir? 32-də 7. Kosinus alfa aydın ki, yəni ki müsbətsə, onda alfa it olmalıdır. Alfa nədir? İtidir. Belə. Böyük tərəfin qarşısı itidirsə, deməli hamısı itidir. Ona görə üçbucaq nədir? İti bucaqlı üçbucaqdır. İkinci uyğun gəldi. Bir dənə nədir? D bəndi. Bəli. Sonra üçüncüdə isə deməli belə çəkək. Burada AC'si deməli 8-dir. Sonra ABC 5-dir. BC'si 4-dür. İndi isə ən böyük bucaq 8-in qabağıdır. 8-in kvadratı bərabərdir. 5-in kvadratı üstə yerə 4-ün kvadratı çıxılsın 2 vur 5 vur 4 vurulsun kosinus alfa. Buradan kosinus alfa bərabərdir 25 ilə 16-ın cəmiçi nədir? 25, 16, 41. 41-dən çıxsa 64. Bölünsünüz nədir? 40-a. O da mənfi. Neçə nədir? Mənfi deməli mənfi 23. Yuxarıda 23 bölünsün 40. Bu da oldu mənfi aydındır. Kosinus alfa mənfi isə deməli onda üçbucaq nədir? Körbucaqlı üçbucaqdır. Üçüncü uyğun gəldi nədir? C bəndi. Sonra axırıncı sual 35. Deməli belə bir şəkil çəkilmişdi. Belə. Deməli bu olsun B, A, bu 6-dır, 10-dur, 7, 90 dərəcəcə, 3, bu da 5. Bu da aydın Pifagora görə oldu 4. Soruşur bizə nədir? AB-ni tapın. AB. Mən bunu şimdi aydın ki kosinus teoremi görə yazacağım. Buradan bu alfadır. Baxın şəkildə buradan kosinus alfa nəyə bərabərdir? Kosinus alfa sağdakı üçbucaqdan 4-ün 5-ə nisbət. Düzdür? Onu ki. Demək x-in kvadratı bərabər olacaqdır. 6-nın kvadratı üstə gəlsə 10-un kvadratı çıxsın. 2 vur 6 vur 10 kosinus alfa, yəni 5-də 4. Buradan x-in kvadratı bərabərdir. 6 ilə 10 demək 36 üstə gəlsin 100. Bir də çıxsın. Deməli 10-dan 5 ixtisar getdi. 8 qaldı. 8-də 12 vuran 96 elədi, düzdürmü? 8 vur. Bəli, yox bir dəqiqə 8 vur, 8 64. Aha, yox 2 dəfə 6 12. 12 96-dən 96 elədi. Bu da 136 çıxılsın nədir? 96. Bu da 0. Bu da 4. X ilə bərabər kök altında 40. Cavab elədi 2 kök altında 10. Bu qədər.
Allah zihin açığı versin. Xeyir nəsib eləsin. Esselamu aleyküm.